Aha. Sətir tipində hansı, belə deyək ki, yəni bunun üzərində müəyyən bir əməliyyatlar var. Məsələn, necə? Nəyi demək istəyirəm? Məsələn, sətirləri ədədlərlə toplamaq, sonra sətri ədədə vurmaq, sətir sətirlə birləşir, sətri sətrə vurmaq. Yəni bu tip sətirlə siyahını toplamaq. Bunlara baxacağam. İndi ilk öncə başlayıram nəyə? İndi yazıram ki, yəni xəta olan hissələrində qeyd eləyəcəm sizə ki, hansı hissədə xəta olur, hansı hissədə xətalar baş verməyəcək. Bax, yadda bir şeyi saxlayırsan ki, ümumiyyətlə sətirlə ədədi toplayan zaman, məsələn, bir sətir yazıram. Baxın, indi yazmaq, bir dəqiqə. Məsələn, yazıram ki, bax ki, bir saniyə bir şey yazaq indi. Nə oldu? Hı -hı. Bir dəqiqə, sətir yazıram, məsələn, 45. Aha, yazırıq indi. Bunu ya deyirəm ki, ədədlə toplamaq istəyirəm. Bax, sətirlə ədədin toplanması yeni bir hissədir. Bu bizə hər zaman xəta verəcək. Bax, birinci hissə bu olacaq. Deməli, sətirlə ədədləri toplayanda xəta vermiş olacaq. Mən də bunları bir-bir deyəcəm. Daha sonra bunları ümumiləşdirib yazacağam. Və yadda saxlayırsan. Deməli, qarşına bu cür ifadə çıxsa, məsələn, 45 sətir tipində üzərinə gəlsin ixtiyari hər hansı bir ədəd bizə hər zaman nə verəcək? Xəta vermiş olacaq. Məsələn, yenə də indi yazıram, sətir tipində bir ədəd yazıram. Yəni belə bu formada, yəni sətr yazıram. Yazıram indi üzərinə gəlsin və yenə də sətri yazıram. Məsələn, yazıram 45. Məsələn, 45. Bura baxırsan ki, bunların hər ikisi sətir tipindədir. Ümumiyyətlə sizə demişdim ki, dərs zamanı ki, bax görsən bu ədəddir. Ədəd olanda heç bir dırnaqdan istifadə olunmayacaq. Amma sətirdə hər zaman dırnaqdan istifadə eləyəcəyik biz, hər zaman. Aha. Hər zaman istifadə eləyəcək. İndi baxın, necə olacaq? Məsələn, sətirlə sətri toplayanda bizə bir nəticə verməlidir. Sətirlə sətri toplayanda sətirlər birləşəcək. Hələ ki biz sizlə əlifbasındayıq. Dedim ki, elə bilin ki, hələ biz dənizin kənarında hələ ki gəzirik sizlə bərabər. Yəni hələ ki dalmamışıq dənizin içərisində. Yəni asan şeylərdən danışırıq. Dediyim kimi, deməli sətirlə sətri toplayanda Şahin nə edəcək oğlum? Aha, birləşəcək. Nərmin hələ gəlməyib dərsin. Yoxdur burada. Aha. Salam müəllimə, mən də buradayam. Necəsiz? Salam, çox sağ olun, təşəkkürlər. Sona Digər var. aha, əla. İndi digər şagirdimiz hələ ki qoşulmuyor. İndi siz məni dinləyin, oldu mu? Nə sualınız olsa yenidəcə deyərsiniz. Başla. Bu Oldu. qara nədir? Müəllimə belə düşür bura bu qaralar. Bu qara mən burada idarə edirəm bəzi nüansları ona görədir. Hə. Getdi yəqin ki. Aha. Deməli baxırıq. Sətirlə sətri toplayanda hər zaman birləşəcək. Yəni bunu istisnasız yadda saxlamaq lazımdır. Sonra buradan qeyd eləyəcəm hansılardır. Hələ ki burada inanmıram ki sualınız olar. Yəni qısa şeylərdir bunlar, yəni asandır. Yəni toplayanda neyniyəcək? Birləşəcək. Bəs yaxşı. Məsələn, yazıram ki indi bunu biz belə deyək də bir saniyə. Məsələn, deyirəm ki A bərabərdir yazaq. Məsələn bir söz yazıram. Məsələn, kitab. Bu kitab sözdür də uşaqlar. Yəni bunu mən söz olaraq yazıram. Məsələn, yazıram ki, B bərabərdir, sətir tipində. Yazıram məsələn defter. Aha, defter yazıram. Belə. İndi yaxşı. Görək bu cür ifadə olanda qarşımıza nə çıxmış olacaq? Görək yenə də doğru olacaqmı? Bayaqların bir qayda demişdik ki, sətirləri toplayanda neyinirdi? Birləşirdi. Görək yaxşı, bu qayda doğru oldu mu? Bəli, oldu. Deməli, uşaqlar, fərqi yoxdur ümumiyyətlə. Dırnaq içərisində nə olur olsun, toplama işarəsi varsa birləşəcək. Hər zaman istisnasız. Yalnız və yalnız hansı halda? Deməli, xəta verdi bizə. Deməli, sətirlə ədədi toplaya bilməzsən. İndi onu da var. Doğru olduğu hal da var ki, vuranda məsələn doğru olacaq. Ancaq toplayanda yalnızca biz sətirlə sətiri toplaya bilərik. Artıq baxın sizə bunu demişdim ki, bu sanki belə bizə bir ifadə kimi verəcək də, yəni belə artıq məsələn burada 12 rəqəm kimi deyil. Elə bilin ki, bir necə deyim sizə, simvollardır sadəcə. Rəqəm kimi deyil deyə o yüzdən toplayacaq. Aha, deməli biz buna da baxdıq. Bəs yaxşı, hansı halda mən vura bilərəmmi məsələn sətri? Məsələn deyirəm ki, məsələn bir ədəd yazıram 23. Sətr tipindədir. Yazaq məsələn vuraq olsun bir 3 olsun. İndi baxın bu birinci halına bax indi belə işarə. Bax bunun bir fərqi var. Amma bir dənə fərq burada vurmadır da şagirdlər. Vurmadır. Bəs yaxşı bunda nə olar? Deməli mənim dediyim o. Aha neyini ya Şahində görüm oğlum. Burada müəllimə Hə, buyur. 23 dəfə yan-yana düzəcək. Bəli, bu formadır.
Əla. Əla, qəşəng. Deməli burada fərqi olacaq ki, yan-yana düzmüş olacaq. Heç bir fərqi yoxdur ha, bil. Yəni həmin şeydir. Sadəcə 3 dəfə təkrar eləyəcək. Məsələn, 23-ü 3 dəfə təkrar eləyəcək. İndi Şahin yazıram. Digər şagirdim hələ ki gəlməyib dərsə, yoxdur. Deməli, 23 yazmayaq indi. Belə bir ədəd yazaq. Yəni bu baxın, yenə deyirəm, bu sıra sadə şeylərdir. Amma sadədən həmişə mürəkkəbə doğru bir şeylər düşəcək. Şahin bunun cavabı nə olar səncə? 2 dəfə 564. Aha, so. Əla, 565. qəşəng. Tamam, doğrudur. Əla. Deməli artıq biz bildik ki, bu halda belə deyək də Pythonda bu halda olanda, yəni heç bir xətadan istifadə olunmayacaq. Xəta yalnızca ədədlə toplayanda olacaq. Toplayanda olacaq. İndi bəs yaxşı. Yəni dedik ki, sətirlə sətri toplayanda birləşəcək. Sətri bəs yaxşı ədədə vuranda neyniyəcək? Özü qədər nədirsə özü qədər təkrar eləmiş olacaq. Bəs yaxşı, bəs yaxşı. İndi bir şey yazıram bura. Görüm kim deyəcək. Məsələn, yazıram 34. E, yenə vuraq, vuraq. Məsələn, yazıram ki, sizcə nə olar? 34 vur 12. Burada müəllimə 34 Hı -hı. elə bir sətir tiplərdilər də. Nə olacaq? Cavab nə olacaq? 34 vur 12. Oy. Şahin nə olar? Error. Xəta, bəli, xəta, 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 uşaqlar. Çox diqqətli olmaq lazımdır. Dəyərlilərimiz çox diqqətli olmaq lazımdır. Burada baxın. Elə bilin ki, iki nəfərin arasını vura bilmirsiniz. İki dənə, belə deyək ki, bacı var. İki bacının heç cür arasını vura bilməzsiniz. Baxın, elə bilin ki, bu ikisi Xəta bir-birini. verər. Bəli, mütləq. Bax, bunu belə yadda saxlayın da. Yəni, həmişə deyirəm ki, ümumiyyətlə bəzi şeyləri çalışın bir lor dildə yadda saxlayın da. İmtahandır da, yəni. Lor dildə yadda saxlayın. Əsas odur ki, oradan nəticəmiz olsun, orada çıxaq imtahandan. Baxın, elə bilin ki, bu ikisi eynidir də. Eynidir. İkisi də iki dənə bacıdırlar. Biz bacıların heç cür arasını vura bilmirik. Amma baxın, bunları bir dənə vuranda xəta vermirdi. İki dəfə gedib təkrarlayırdı. Amma ikisinin arasını vura bilmirik. Nə verir bizə? Xəta. Gördünüz? Bax, məsələn, xırda bir nüans idi, səhv olmuş oldu. Və diqqətli olun. Testlərdə olurmu deyim? Bəli, olur. Yəni çaşdırıcı belə məqamlar çox gəlib qarşımıza çıxır. Bəs yaxşı. Dedim ki, sətirlə sətri toplayanda neyniyəcəkdi? Birləşəcəkdi. Sətri ədədə vuranda özü qədər təkrarlanacaq. Sətri, bax bunu dönə-dönə deməkdə məqsədim var. Qarşınıza çox çıxacaq. Bunu belə deyim ki, digər Coderanda kitabı olsun, fərqli digər test bankları olsun. Yəni bunların qarışıq çətin formalarını verir. O yüzden diqqətli olmaq lazımdır bu məqamlarda. Yalnızca deməli sətri sətrə vura bilmirik. İki bacının arasını heç cürə vura bilmirik biz. Aydındır? Kimsə sualı var burada? Baxın, yenə də bunları yadda saxlasanız kifayətdir. Əsas odur bunları qəşəng-qəşəng yadda saxlayın. Bəs yaxşı, indi bir ifadə yazıram. Məsələn, yazıram indi, bilməm, bunları demişdim sizə, ya yox, yazıram nəsə. Yazıram məsələn, olsun 23. E, yazıram indi S bərabərdir. Yazaq setir, setir A. Üzərinə gəlirəm. Bax, indi çox diqqətli olursunuz. Şahin. Çox diqqətli olursan və bunun cavabını sən mənə deyəcəksən. Nə olar səncə? Bax, keçmişəm. Mən deyim Setirin. müəllimə. Şahin. 220. Aha, necə? Şahin desin sonra siz deyirsiniz. Aha. 223. Aha. Doğrudur. Seni də çağıraq. Al. Deməli, əvvəla bildik ki, bu 12 bizə ədəd olaraq vermişdi. Normalda baxın, burada STR olmasaydı, yəni tutaq ki, STR-lər olmasaydı, gedib neyniyəcək? Aynen beni cəmləyib verəcək də bizə, düzdür. Amma STR neynirdi? Deyirdi, get ədədi götür, çevir sətr tipinə. İndi mən bunu bir saniyə qələmi götürüm. Bax, məsələn, burada neyniyəcək o zaman? Burada gəlib götürür ədədi. Ədədi götürür, düşür bura. Baxır ki, qarşısında nə var? STR var. STR neynəməlidir bunu? Dırnağa atmalıdır. Mütləq. Üzərinə gəl. Beyni görür, yenə də dırnağa atır. Dırnağı götürür da yenə. Aha, biz də keçmişdik axı bayaqlarım. Sətr tipində baxın, birləşdirdik. Deməli, toplayanda nə edirdik? Cavab olurdu 12, 23. Bax belə, dırnaq içərisində. Görürsünüz bu formada. Bir də bir şey deyim ki, mən çox zaman məsələn 2 dırnaqda yazıram. Yəni deyim ki, bunun bir dırnaq, 2 dırnaq olmasında elə də çox da önəmi yoxdur. Aydın, yəni çox da önəmi yoxdur. Sadəcə biraz vərdişdən, çox da önəmi yoxdur bunun. Tamam, indi keçirik digər hissələrə də baxaq sizlə bərabər. Deməli, deməli.
İndi mən bu hissəni də keçib daha sonra sizə növbəti tapşırıqlarımı da verəcəm. İndi yaxşı, siyahı ilə siyahının toplanmasından gəlin danışağın. Bəs bu halda nə olur o zaman? Siyahı ilə siyahını toplayanda. Məsələn, bir siyahı yazıram. Deyirik ki, məsələn, yazaq indi vurulmasından birini yazım. Hərəsindən bir nümunə yazacağam. Yazıram, vuraq. Baxın, diqqətli olun. Bunları deməmişəm uşaqlar sizə. Şahin ümumiyyətlə deməmişəm. Məsələn, Nərmin gəldin burdasan qızım. Ah, əla, Nərmin də burada, sən də burada. Salam. Salam Nərmin. Nərmin də görün Pythonda videolara baxmışdın. Bəli, müəllim. Keçən dərsdə də var idim. Əla, qəşəng, əla. Deməli, baxırsınız indi bura. Növbəti bir hissəni deyirəm. Məsələn, yox, burada A-nı yazmayım. Hələ ki yazmayıq. Deməli, deyirəm ki, sətri hər hansı bir ədədə vurmaq, belə sətirlə düzülürsən, siyahını hər hansı bir ədədə vurmaqdan söhbət gedir. Bayaqlarım gördünüz, sətri vuranda təkrarlanırdı. Siyahını sətri vuranda təkrarlanırdı özü qədər. Bəs yaxşı, burada nə edirsizcə? Həmin şey qalar yoxsa yox? İndi baxırıq. Deməli uşağa 1 2 3-ü kvadrat mötərizə daxilində 2 dəfə təkrar yazdı. Belə deyək də, yəni bura 3 dəfə də yazsaydı, kvadrat mötərizə daxilində eyni bax bu ifadəni 3 dəfə, indi neçədirsə, neçəyə vuracaqsa, həmin özü qədər başlayıb təkrar yazmağa başlayacaq. Aydın, deməli uşaqlar, belə bir nəticə çıxarıq ki, siyahını, yəni siyahı tipində veriləni ədədə vuran zaman hər hansı bir ədəd neçədirsə, o özü qədər onu təkrarlamış olacaq. Bəs yaxşı, gəlin indi başqa bir məqama da baxaq məsələn buradan. Deyirik ki, indi məsələn kvadrat mötərizədə yazıram, yəni siyahı yazıram. Deyirəm ki, məsələn 2 məsələn 2 3 deyərəm üzərinə gələk. İndi buna da diqqətlə bir saniyə. Üzərinə gələk bir ifadə yazaq bura. Məsələn indi yazıram deməli dırnaq içərisində bir saniyə deməli məsələn bir hərf yazmaq istəyirəm. Buna da yazaq bir K. Aha, bir saniyə görə o nə verər bizə? İndi bura baxın şagirdlər. Deməli burada siyahını ədədə vuranda özü qədər təkrarlandı. Bəs yaxşı, indi mən 2 dənə siyahı yazmışam da, düzdür? Bax bu 2 dənə düzdür. Bu daxilindəki sətr tipində olsa da, bu normalda siyahı tipində verilir bax şagirdlər. Yəni kvadrat mötərizə daxilində. Bəs yaxşı, burada ortasına mən plus qoymuşam. Bu nə edir? Deməli bu tip şeyləri nə edəcək? Baxın, birləşdirmiş olacaq. Birləşdirəcək. Heç bir şey eləməyəcək. Sadəcə, bax D də, K da özü yenə də sətr tipində qalacaq və özü bu formada bunu birləşdirmiş olacaq. İndi başqa bir tip yazacağam sizə. Məsələn, yazıram ki, A-nı versin 6. B yazıram. Məsələn, 4 rəqəmlərdən gedək. Məsələn, C-yə də yazacağam. Məsələn, 8. Deyirəm indi B virgül C. Düşünün, keçən səfər Nərmin Şagin keçmişəm sizə. Bu tip şey izah eləmişəm. Görüm indi yaza biləcəksinizmi? Saniyə A. Dəftər qələminiz yanınızda da hal-hazırda mən görüntünü açıb sizə baxmadım. Dəftər qələm yəqin ki, hər birinizin yanınızdadır. Və dəftər qələminizi götürürsünüz, başlayırsınız bunu yazmağa. Mən də bunu vurun burada. Bir saniyə. Çox diqqətli olun. İzah eləmişəm. Aha. Aha, indi uşaqlar, burada deyirəm ki, mənə print A-nı, B-ni və C-ni tapın. A-nı, B-ni və C-ni. Mən izah eləyə bilərəm müəllimə. Yox, qoy hər kəs fikirləşsin, şagirdlərimiz də fikirləşsin. Print A-nı soruşacağam. Hamı dəftərində yazsın və mənə nəticəni yazın deyin. Çox xahiş edirəm, hələ ki proqramdan yazıb mənə heç kəs heç nə deməsin. Lazım olanda mən sizə deyəcəm proqramı qurun. Yəni proqramı da yazın. Bu dəqiqə dəftər qələmdən istifadə edin. Yazan da mənə şəkil çəkib ata bilər şəxsiyə. Şəxsi qrupa fərqi yoxdur, Şahin, oldu mu? Çata yazmaq da istəyən varsa çata yaza bilər.
Uşaqlar, nə oldu? Baxın, hər zaman yeni dəyərini işləyəcəksiniz. Köhnə dəyərlərə atırıq gedir. Köhnə dəyərlər gedir. Diqqətli olun. Keçən səfərki tapşırığımızdandır. Şahin izah edə bilərsən. Buyur, Nərmin. Mən 6-8-8 alınır. Aha, sən elə aldın. Digər şagird də desin. Şahin de görüm, sonra Buraq cavab. 8, 6, 4 aldım. Kim aldı belə? Nərmin belə idi. Düzdür. Qəşəng. Mən Digər xanım belə almışdınız, müəllimə. Yox müəllimə. Niyə? Baxın. Burada bir şey deyəcəm. Nərmin, sən də tam belə idi, qızım. bəli mən. Aferin, əla. Deməli, baxırıq. Keçən səfər izah eləmişdim. Deyirdim ki, köhnə dəyəri atacaqsınız da, hər zaman bizim işimiz yenilərləndir. Bax, gəlirəm əvvəla bura. Şahin, çox diqqətlə qulaq as bura. Bura nə olacaq? 6. B-miz nə olacaq? 4. C neçə olacaq? 8. Deməli, indi baxın, oxlarla dəqiqə rəngi dəyişim. Çox diqqətli olun burada. Bu belə, bu belə, baxın, bu belə. Biraz karışıq oldu. İndi baxıram. B-nin qiyməti neçə oldu? 6. C-nin qiyməti 4. A-nın da qiyməti 8. İndi şagirdlər, bura baxın. Buradakı bu dəyərlər öz artıq belə deyək də funksionalluğunu artıq itirir yuxarıdakılar. Düzdür? Baxın, adi mən yeni bir qiymət aldım. İndi düşürəm aşağı. Baxıram ki, yazıb ki, B virgül C bərabərdir AB. Baxın, bu AB, bax A-nın yerinə neçə almışam? 8 virgül B-nin yerinə neçə almışam? Yazacağım bura. B-nin yerinə də 6 almışam. İndi şagirdlər, burada baxırsınız, B virgül C bərabərdir. Baxın, B virgül C bərabərdir 8, 6 aldım. Deməli, B-nin qiyməti 8, C-nin qiyməti də 6 olmuş olur. Görün, bura qədər. Sual var. Bax, bura qədər hələ. Hə, Şahin? Aydın. Aydın. Deməli, indi burada B hansı dəyər alacaq? B 8-i, C də 6-nı. Bura qədər aydındır yəqin ki. Bura baxırsınız ki, A hələ ki dəyişmədi. Baxın, bu burada, bax, formada qalmış oldu. Gedirəm, baxıram bura. Ki, qarşıma bir ifadə də çıxır. Deyir ki, C virgül A bərabərdir B virgül C. B-nin, baxın, indi bu C virgül A-nı yazıram, tam başa düşün. Bax, B virgül C. B-nin yerində neçə durur? 8. C-nin yerinə durur da. C-də neçədir? 6. Baxın, B virgül C idi də. İndi B virgül C. 8, 6 yazdıq yerinə. İndi baxıram bura. Dəyərlərinə baxın. Şagirdlər, görürsünüz, dəyərin dəyişmiş oldu. C oldu 8. A oldu 6. Aha, qoçaqlar, indi baxırsınız ki, burada B öz dəyərini dəyişməmişdi. Düzdürmü? B də oldu 8. İndi varianta baxın. Deməli, A 6, 8, 8. Aydındırmı? Deyəsən aydın olmadı. Hə, uşaqlar. Aydın ben aydın. Aydındır. Şahin, çox diqqətli ol, oğlum. Çox, çox, çox diqqətli olmaq lazımdır. Kimin sualı var? Yoxsa davam eləyək. Davam eləyirəm, indi ədədlər üzərində əməllərə də baxacağam. Bu tip suallar keçən dəfə izah eləmişəm, keçmişəm də, yəni bundan keçən dəfə keçmişik artıq, çox danışmışıq bu tipdən. Yəni yenə də testlərim də içərisində olacaq. Çünki keçəcəm 3 dənə mövzuya aid sınaq verəcəm sizə. Görüm nəticə necə olacaq. Deməli, indi baxıram, ədədlər üzərində hansı əməllər var? Mən indi baxıram. Uşaqlar, biz bilirik ki, ədədlər üzərində müəyyən əməllər var. Yəni, hesab əməlləri var. Bu hansı əməllərdir? Bunu elə riyaziyyatdan zaten bilə-bilə gəlirsiniz. Burada da o dərəcədə ciddi fərqi yoxdur. Sadəcə müəyyən yazılışlar fərqi var. Onları mən qeyd edəcəm. Baxın, A üstə gələk B. Bax, yazıram ki, A bərabərdir. Məsələn, A üstə gələk B. Uşaqlar, baxın, ya bu cür qarşınıza da çıxa bilər. Və yaxud da ki, bax bu ifadə ilə, belə deyim də, bax bu ifadə bərabərdir. Baxın. Belə də qarşınıza çıxsa eynidir. Belə də qarşınıza çıxsa eyni bir şeydir. A bərabərdir A üstə gələk B olsa da və yaxud da ki, A üstə gələk bərabərdir B. Bax, elə bu deməkdir. A bərabərdir A üstə gələk B deməkdir. Bir yazılış bu. Bir yazılış bu. Aha.
Sonra digərinə baxıram. İkinci bir yazılış nə ola bilər? Məsələn, qarşımıza çıxır ki, A bərabərdir A minus B. Uşaqlar və ya A çıxaq bərabərdir B. Desəm ki, bununla bu eyni yazılış mənası eyni olacaq. A bərabərdir A minus B. İndi bunu test edənlərdə proqramda yazacağım, baxacaqsınız. Yəni eyni bir şeydir. Mənası yəni eynidir. Sonra indi yaxşı, gəlin birinə də baxaq. A bərabərdir A vuraq B. Və ya, bax yenə qeyd edirəm, və ya A vuraq bərabərdir B. Eyni mənanı izah eləyəcək, göstərəcək bizə. Bəs yaxşı, A bərabərdir A bölək B. Tamam, bu cürə verərsə və ya A bölək bərabərdir B. Eyni mənadır. Sonra A bərabərdir A-nı faiz. Biz bunu qalıq olduğunu bilirdik. Qalıq və ya, baxın belə də qarşınıza çıxa bilər. A qalıq bərabərdir B. Sonra A bərabərdir. Şahində görün bu cür ifadə olanda, bax bu iki xətt nəyə göstərirdi bizə? Tam hissəni. Afərin, tam hissəni, tam bölməni. Sonra A bərabərdir B. Eyni bir mənanı verəcək. Budur. Baxın uşaqlar, bunları yadda yaxşıca saxlayırıq. Oldu? Bu yazılışlardır. Bu yazılışları test üzərində də izah eləyəcəm, göstərəcəm. Bunları yadda qəşəng-qəşəng saxlayırsınız. Bunları yadda saxlayırsınız və indi mən müəyyən bir hissəni izah eləyəcəm, inputu izah eləyəcəyik. Burada yəqin ki, heç kəsin sualı yoxdur. Bax, bunları əzbər öyrənirsiniz, Şahinlərmi? Gələn səfər soruşacağım sizdən. Bu yazılışları ən azından bunları bilmək lazımdır ki, siz belə deyək də sıfırdan başlamışsınız, yəni sizdən bunlarla dərin-dərin bir qəşəng-qəşəng çalışın. Tamam. Bu hissə aydındırsa, heç kəsin sualı yoxdur, çünki bu əzbərə dayanan bir şeydir. Yəni izahı da budur. Yəni bunlar bir-birinin bir növ ekvivalentdirlər, bərabərdirlər bir-birlərinə. İndi keçirəm mən klaviaturadan müəyyən dəyərlərin daxil edilməsini göstərməyə. Biz klaviaturadan ümumiyyətlə dəyər daxil eləyəndə nədən istifadə edəcəyik? Əvvəlcə onu yazın. Klaviaturadan dəyər daxil eləmək uşaqlar. Yadınızda biz belə deyim, mən sizdə blok sxemləri qurmağı öyrədəndə onda bir ixtiyari bir n ədədi götürürdük. Yazırdım ki, n. Klaviaturadan bir ədəd daxil. Bax bu n var ha. İndi yazacağım ona input. Deyəcəm input. Demişdim sizə blok sxemləri yadınızda qururduq sizdən. Buna biz hal-hazırda Pythonda input deyəcəyik. Inputun mənası nədir? Yəni input klaviaturadan müəyyən dəyərin daxil edilməsidir. Yəni input kənardan, belə deyək də, yəni kənardan özün müəyyən bir ifadə daxil edəcəksin. Tutaq ki, hər hansı bir ədəd, nəsə də, yəni sizə hansı şərt desə. Tutaq ki, A bərabərdir, yaza bilər ki, input yazacaq. Bu o deməkdir ki, yəni sən kənarda, şahid, sən kənardan bura hər hansı bir ifadəni özün daxil edə bilərsən. Dəyəri, belə deyək, dəyəri deyəcək ki, məsələn, A, məsələn, dəyişəni üçün ədəd daxil et. A dəyişəni üçün açılışı budur. Ədəd daxil et. Ədəd daxil et. Bax, bunun açılışı budur ki, sən kənardan, input o deməkdir ki, sən kənardan bura hər hansı bir ədədi daxil elə. Ədədi daxil elə. Bir də bir məqamı da qeyd edeyim ki, uşaqlar, input hər zaman, bax, bu ifadəni verərsə, cavabı sizə sətir tipində çıxardacaq. Baxın, diqqətli olun. Sətir tipində vermiş olacaq. Çağıranda indi kompilyatorda bu bilir ki, interpretator pəncərəsidir. O bir hissə, digər məsələn açacağım hissə isə kompilyator. Bax, kompilyator pəncərə ümumiyyətlə fərqi yoxdur. Açırsınız. Inputdan çağırılan ifadə özü hər zaman sizə necə verəcək? Sətir tipində vermiş olacaq. İndi gəlin buna aid bir dənə də bir nüans göstərək. Gəlin bir yazaq, bir məqam yazaq. Aha. Məsələn, yazıram ki, yəni bunu bir buradan daxil edeyim. Məsələn, deyirik ki, məsələn, A bərabərdir. Məsələn, input. Mən bunu B-ni də gəlin yazaq. B də bərabərdir, yazaq input. Yazıram ki, indi yazaq print. A üstəgələk B. A üstəgələk B.
Yəni ran eləyək indi. Hı -hı. Yazaq məsələn 5, 6. Baxın, cavab neçə verdi bizə şagirdlər? 56 verdi. Baxın, 56 vermiş oldu. Mən orada kompilyator pəncərəsində, baxın, dedim axı ki, baxın, input sətir tipində daxil edir. Pəncərəyə nə yazmışdıq? Yəni o hissədə biz nə yazmışdıq? E, yəni yazdığım hissə nə idi? Bir baxın buydu. Bir göstərim sizə, baxın. Bunları gəlin bir qarşı-qarşıya qoyaq, bir baxın. Baxın, A bərabərdir input. B də bərabərdir input yazdım. Bayaq sizə dedim ki, input hər zaman sətir tipində götürəcək. Baxın, hər zaman sətir tipində götürəcək. Sadə özü ha, yəni bunun qarşısında input olsa, onu tama çevirir. Sətiri tama çevirsə cavab məsələn o zaman 11 eləyir. O başqa məsələdir. Söhbət bu dəqiqə bundan gedir. Bu dəqiqə bu mərhələdən gedirsə, indi o mərhələni də göstərəcəm. Deməli, input, yadda saxlayın ki, hər zaman sətir tipində götürür. Mən 5-i daxillədim. A üçün 5-i daxillədim şagirdlər. B üçün 6-nı daxillədim. Yazın print A plus B. Biz də bilirdik ki, sətir tipində ədədləri toplayanda hər zaman birləşir. Cavabı mənə neçə verdi? 56. Deməli, buradan nəticə çıxardırsan ki, input hər zaman necə olacaq şagirdlər? Üzürlü sayın. Input hər zaman necə olacaq? Deməli, sətir tipində götürmüş olacaq. Sətir tipində götürür və toplama olanda birləşdirir. Gəlin indi bunun qarşısına yazaq. Dedim axı ki, indi mən bayaqlarım sətir tipində yaz. Input sətir tipindədir. Bəs yaxşı, mən bunun qarşısına bir int əlavə eləsəm nə olar? Nə hadisə olar o zaman? Gəlin indi ona da baxaq. Deməli, bunun da qarşısına bir int yazaq. Aha. Aha. İndi gəlirəm bir A üçün bir dəyər daxil edirəm. Məsələn 8 daxil eləyək. Print yazmadım. Aha, pardon. Aha, bir dəqiqə run eləyim bunu mən. Bir dəqiqə baxaq burada hər şey qaydasındadırmı? Aha. Gəlirik məsələn 9 daxil edirəm. Ay. Aha. İndi şagirdlər bura baxın. Gəl onu da qarşı-qarşıya gətirək, qoyaq. Müəllimə, Burada gördünüz neynədir? müəllimə eşidirsiniz məni? Bəli, bəli, buyurun, eşidirəm. Burada run edirsiniz ki, olmaz ki, elə bunu idle'ın özündə eləyəsiz. Qismən belə eləyirik biz ona görə. Yəni fərqi Yox, yoxdur. Yox, fərqi fərqi yoxdur. yoxdur. Yox, yox, nə fərqi var ki? Mən baxın, həmişə deyirəm ki, interpretator pəncərəsi, bax bu hissə ilk dərsimizdə deyilmiş, bax bu hissə bizdə çox zaman kompilyator pəncərəsində yerinə yetirilir. Bax bu hissə kompilyator pəncərəsidir. Kompilyator pəncərəsində adətən belə deyək də, yəni biz geri qayıdıb, nəyə görə burada edirəm? Dərs keçən zaman. Çünki burada mən geri qayıdıb səhvləri düzəldə bilirəm. Amma biz, məsələn, interpretator pəncərəsində onu eləyə bilmirik. Onda belə deyək ki, müəllimə, bu idle interpreterdir. Bax, Bu deyirəm. Baxın, bu hissə var, ha, bax bu hissə. Bax bu hissə interpretator pəncərəsidir. Interpretatorda qayıdıb heç bir şey düzəldə bilmirsən. Deyir olmaz da, düzəldə bilmirsən. O yüzdən həmişə deyirəm ki, şagirdlərimizə ki, bir də məsələn indi mən demirəm, gedin proqramı yükləyin. Çünki zaten indi onlayn Python proqramı özü də var deyə. Yəni ehtiyac yoxdur əslində o proqramı yükləmək üçün. Onlayn yenə deyirəm, o istəyiniz asılıdır. Gedin proqramı yükləyin. Özünüz bilərsiniz, yəni necə istəsəniz. Baxın, kompilyator pəncərəsi həmişə şagirdlərə deyirəm, baxın, kompilyator pəncərəsində qayıdıb səhvləri düzəldə bilir, amma indi interpretator hissəsində o mümkün deyil. Məsələn, mən qayıtdım, görürsünüz burada mən amma onu məcburdum kopyalayam atam. Gördünüz, burada mən int əlavə elədim, burada da int təzə run elədim, cavabı mənə çıxartdı. Baxın, hər zaman çalışın kompilyatorda proqram yükləyin. Yazasınız. Nəyə görə? Çünki qayıdıb orada səhv olanda onu özünüz avtomatik düzəldə bilirsiniz. Amma bəs interpretatorda o biraz necə aktiv edirik? bax göstərdim buradan. İnterpretatoru buradan baxın, kompilyatoru fayl hissəsi. Fayla gələcəksiniz, new file, все.
New file. Vəssalam. Bu idle'da açdığımız new file Bəli, eləyir. bəli, bəli, bəli. Burada gəlin fayl hissəsinə toxunun. Fayla toxunacaqsınız, gələcək ki, new file elə. Sonra da run eləyin. Yəni burada nəyə görə deyirəm? Yəni qayıdıb düzəliş eləyə bilirsiniz proqramın özünü, amma interpretatorda mümkün deyil. Axı interpretator vurursan heç nə eləyə bilmir. Baxın. Eləyə bilirəm nəsə? Silə bilirəm. Baxın. Yox, mümkün deyil. Silmir. Deyir qayıt təzədən bir də yaz. Yəni məni bir də yorur. Deyir qayıt bir də yor. İndi bura baxın. İndi qayıdaq dərsimizin hissəsinə. Baxın, şagirdlər, bayaqlarım dedim ki, dərs izah eləyəndə. Deməli, baxın, 9 ilə 7-ni verdi bizə və input daxil eləyir klaviaturadan. 9-u daxillədi. Qələmi götürün, tam izah eləyim. Buranı tam başa düşməyə çalışın. Bax, əvvəla mən A üçün 9 dəyərini daxillədim. A üçün. Yəni, baxın bura. Bura 9 dəyərini verən kimi, bax, dırnaqda 9-u götürdü. Dırnaqda 9-u bura götürür. Amma tama çevirir. Int nədir? Deyir, mənə tam tip ver. Tam elə. Hansı ki, ilk dərsimizdə keçmişdik artıq bunu. Biz sətir tipindən tam tipə çevirəndə cavab olurdu 9. Bəli. Sonra gəlirdi. 7 vermişəm. Baxın, B üçün 7 dəyəri vermişəm. 7-ni verirsən, ver. Ədəd kimi baxın. Birdən deyirlər ki, ay müəllim, axı mən klaviaturadan ədəd daxil edim. Deyirəm, tamam, daxillədi, düzdür. Amma input görür axı. Input deyir ki, mən bunu sətir tipində götürürəm. Götürsün də, götürsün, canı sağ olsun. Götürür. Bax, buranı götürdü sətir tipində. Int də, bax, belə bir şey olur. Baxın, int. Baxın, elə bil ki, bu qarşısına çıxır. Proqramın açılışı, bax, bu qarşısına çıxır. Cavab nə olacaq burada? 7 olacaq. İndi baxın, ha, belə yazış yoxdur. Prosta mən belə yazıram ki, tam başa düşün. Oldu? Baxın, int götürür. Int nədir? Integer idi da. Deyirdi tam tip. Tam tip oldu neçə? 7. Elə bilin ki, A üçün 9-u götürdü artıq. B üçün də götürdü 7-ni. Cəmlədi oldu 9, 7, 16-nı vermiş oldu. Amma bayaqlarım 16 vermədi bizə. Gördünüz? 5-in 6-nı mənə 56 yanaşı düzdü. Çünki Bildim, mən bəli. orada int Int nə eləyir yazdım? də, yəni tam Bəli. istiyə çevirir, toplu. Bəli, bəli, integerdir. Dediyim kimi mənim o dərsimdə 1-2-yə mütləq kim burada sualı varsa oradan baxsınlar. Baxın, oldu mu şagirdlər? Nərmin və Şahin, diqqətli olun və o hissəyə bir də baxın. Yəni burada fərqi budur. Oldu mu? İndi baxıram, növbəti bir hissəsini yazacağam indi. Gəlin bir başqa bir belə deyək də testə baxaq. Test deməzdim, yəni bir başqa bir nüansı da qeyd edək buradan. Yəni bu tiplərdə çox diqqətli olmaq lazımdır. Bizim Python'ımız. Mən yenə də çalışacağım burada yazım. Bu kompilatorda demək. Baxın, bu açıq olan kompilyator. Dediyim kimi, niyə kompilyatorda yazırsınız? Səhvləri qayıdıb rahat şəkildə mən də düzəldə bilirəm sizdə. Yəni elə bil ki, vaxtı qənaət eləyir də. Sizə nə lazımdır? Testi yazıb, məsələn, sual çıxıb qarşınıza. Yəni onu yazıb qayıdıb düzəltmək üçün olur da insanlıq halında bir nöqtə olur ki, düşmür, amma interpretator deyir ki, get bir də təzədən başda yaz. Ya onu kopyalayıb atma. Elə bil ki, vaxt gedir. O yüzden çalışın çox zaman kompilyatorda yazıb gedəsiniz. Məsələn, indi bir nüansa toxunacağım burada. Məsələn, yazıram ki, list. List, yəni siyahı tipinə çevirməkdir list. Məsələn, indi yazıram input. Aha, input. Bayaqlarım int ilə yazmışdım. İndi list ilə yazacağım. Məsələn, B-ni də daxil edirəm. Məsələn, yazaq yenə də list. Yenə də inputu daxil edirəm. Aha. Sonra Sonra uşaqlar bu 3 dərsə aid qəşəng test hazırlamışam. Sadədən belə deyim də, sadədən gedirik də sizlə yazacaqsınız, atacağım sonra. Ona görə bunlara toxunmaq istəyirəm hər birinə. Bir saniyə görə səhvimiz yoxdur ki, gəlin indiran eləyib bir ədədlər daxil eləyib bura. Yazaq 5, 9. Aha. Baxın şagirdlər indi buna. Mən 5 ilə 9-u daxil elədim. Baxın list. Yadda saxlayın. List siyahı tipində göstərdi. List nə edirdi? Siyahı tipində bu biraz itəliyim bu tərəfə. Baxın indi buna tam. Bax yazmışam ki input. Input baxın götürdü sətir tipində. Bax bu hissəni götürür sətir tipində. B-ni də B-yə də bir ədəd daxil edim 9. Baxın input. Input sətir tipində götürür. Qarşısında list var deyə. Elə bir ki list siyahıdır da. Siyahı nədir? O kvadrat mötərizə. Bax siyahı tipinə çevirir.
Deməli, bayaqlarım daxil elədiyimin qarşısında int var idi deyə mənə topladı verdi. Və diqqətli olun bu məsələlərdə. Topladı verdi elədi 16. İndi burada listdir. Fikirləşin ki, axı biz ki list siyahıdır. Deməli bu input götürür, ədədi götürür, keçirir sətr tipinə. Setrə çevirir. Setrə çevirir və görür ki, burada toplayanda birləşdirir də. Bayaq göstərdim ha, birləşdirir də orada. Amma necə birləşdirirdi? Sətr tipində birləşdirəcək. Oldu, yəni belə də, yəni bu formada birləşdirmiş olacaq. Deməli, list olanda sətr tipində birləşdirmiş olacaq. Bu məsələlərdə çox diqqətli olun. İndi şagirdlər, deməli, bu hissələrdə artıq inanıram ki, olmayacaq problemlərimiz. Yəni, bunları yadda saxlayırsınız yaxşı-yaxşı. İndi mən sizlə başqa bir məqamı izah eləmək istəyirəm. Print məsələlərini. Çox vacib məsələdir. Baxın, indi bax kompilyator idi, düzdür? Qayıtdım, qəşəng rahat şəkildə silə bildim. Amma interpretatoda mən eləyə bilmirəm məsələn onları. İndi çap eləməyə baxacağıq. Çap etmə. Çap etməni biz sizdən zaten deyirsiniz, qay müəllim, belə çap etmə. Düzdür, çap etməni keçmişik artıq ki. Çap etmə nə idi? Print idi də. Onun da bir özəllikləri var idi. İndi qayıdıram mən digər sizə də yazmaq istəyəcəm. Baxın, gəlin interpretatorda açaq pəncərəmizi. Baxın, bir də bir şey də qeyd edeyim. Olar ki, baxın, məsələn, burada dəyişmək istəyirsiniz də, yəqin ki, indi bunu, baxın bu formada. Dəyişən kimi, baxın, yeni bir səhifə açılmış oldu. Yəni, gəlirsiniz bura, aşağıya, onun üzərinə vurursuz, sağ düyməni klikləyib dəyişə bilirsiniz özünüzdə rahat şəkildə. Yəni, hər dəfə deməyim odur ki, yəni, proqramı, baxın, bu hissəni özün gedib silməyin. Baxın, qaydın ora, görürsünüz, orada artıq mən gördünüz, dəyişmiş oldum. Gəlirəm indi bura. Məsələn, indi qeyrəm ki, printlə danışacağım. Print nə idi? Print çap etmədir. Yəni, çap operatorudur. İndi onunla danışım. Məsələn, yazıram ki, məsələn, deyirəm A olsun 9. B olsun, məsələn, 8 olsun. Desəm ki, indi print, baxın, bu məqama çox diqqətlə fikir verin. Yəni, sadədən mürəkkəbə gedəcəm. Aha. Qoçaqlar, indi cavab nə olar burada? Bu sadə bir şeydir. Deyin görüm. Nə deyir burada? 17. Aha. Bəli. İndi bir şey də yazacağım. Deyirəm ki, A olsun. Və çox diqqətlə baxın. Dəyişəcəm hər dəfə. Məsələn, B olsun. B-yə də yazaq, bir ədəd yazaq. 7 olsun. İndi yazıram. Print. Uşaqlar. Deyirəm indi. A üstə gələk. B. Hələ sadədən gedək. Qarışdırmayaq kafanızı çox. Aha. Sizcə nə olar? Aranızda biləniniz varsa desin. Bilən yoxsa mən izah edeyim. Baxın, uşaqlar. Bu dediklərimi çox xahişim. Dəftər götürün, qeyd dəftəri. Özünüz üçün tutun. Zaten dərsi yazıram mən. Atacağım sizə. Ancaq çox xahişim. Müəllimə dedim, bunu sadəcə demək mikrofonu bağlamışam. Deyim bir də De təkrar. görüm. Hə, bu sətir kimi götürəcək də bunu. 8 Necə? 7 olacaq. Oy, bax. Baxın. Çaşdırıcı məqam idi. Yadda saxlayın. Deyirəm. Uşaqlar, gördünüz ki, qarşınıza belə bir şey çıxdı. Yadda saxlayın. Bax, loru dildə deyəcəm. Mən həmişə dərsini biraz loru dildə qaçıram. Niyə? Çünki çox şeyi bəzən elmi dildə deyəndə deyirlər, niyə belə? Bax, elə bil ki, bunu götürür, şəkil kimi çıxardır. Şəkil. Elə bil ki, birinizin durub şəklini çəkmişəm. Bax, bu printin daxilində, diqqətli olursunuz. Printin daxilində. Dırnaq içərisində, bax, söhbət dırnaq içərisinə gedir. Sonra demin ki, ay müəllim, siz belə demişdik, cavab belə çıxdı. Yox, ha. Söhbət dırnaq içərisindən gedir. Dırnaq içərisində printin daxilindən söhbət gedir. Dırnaq içərisində nə olur olsun şəkil tipində çıxacaq. Şəkil necə? Şəkil tipi dediyim nədir? Nədir? Şəkil kimi, yəni özü olacaq. Özü, A üstə gələk B. Diqqətli olun. İndi gəlirəm, proqramı da bir yoxlayaq. Bir saniyə, qələmi yoxa çıxardaq. Bir proqramda da bir baxaq buna. Baxın. Oldu mu A plus B? Bəs mənim 8 ilə 7 nə oldu uşaqlar? Burada 8 ilə 7-ni nəzərə almayacaq. Bayaqların, bax, məsələn, Şahin gördün, tez cavabı dedim mənə. 17 idi. O çünki ədəd tipində toplayırdı. Dırnaq içərisində, yəni printin daxilində, dırnaq içərisində, baxın,
Dönə-dönə deyirəm. Bundan bir dənə də yazacağam. Dırnaq içərisində gördüyünü elə bil ki, bir dənə şəkildir. Çəkdi, verdi sənə, əlinə. Nə varsa olacaq. İndi bir başqasını yazıram. Çox diqqətli olun. Görüm kim doğru deyəcək. Kim deyər? Müəllimə 23-12. Aha. Uşaqlar sizcə də Hə, elədir? əlbəttə. Hay Allah. A, B verəcək. Bəli. Bəs mən dedim hara getdi? Nə? Ay, ay, ay. Uşaqlar, baxın. Deyirəm ki, elə bilin ki, bir fotoqraf var, şəkli çəkir. Necə varsa baxın, print deyir ki, Amma mən mən ümumi mötərizənin dırnaqda yox, ayrı-ayrı yazdınız. mən belə yazmışam axı, görmürsüz ay. Müəllimə görmürsüz. Necə yazmışam burada? Ayrı-ayrı yazmışsınız da. Orada axı bütöv yazmışsınız, onu demək istəyirəm. Bax Hə. yuxarıdakında Bak çaşdırdım da. Çaşdırdım değil mi sizi? Çaşdırdım da. Gördünüz çaşdınız tez. Tez çaşdınız. Baxın. Baxın dırnaq var. Biz keçmişdik dərsdə ki, sətir tipində toplayanda birləşirdi. Düzdürmü? Birləşirdi də. Ha, diqqətli olun burada. Diqqətli olun. Çaşdırıcı məqamı idi, bəli, çaşdınız. Mən də elə bunu istəyirdim ki, burada çaşasınız. Yəni sonra çaşmayın imtahanda. Baxın, dırnaq içərisində götürür bunu. Bunu da götürür. Dırnaq içərisində götürür. Zaten baxın, bu elə özü sətir tipindədir də, düzdürmü? Sətir tipində toplayanda neyniyirdi? Birləşdirmirdi. Şəkil kimi çıxartmırdı. Baxın, elə bil ki, printin daxilində. Diqqətli olun. Nə görür görsün? Sətir tipindədirsə əgər, dırnaq içərisində də şəkil kimi çıxardacaq. Deyir ki, ay bala, mənə başqa şey lazım deyil da. Mən özüm buyam. Mənə istəyirsən burada milyonlar verib bu ədədlərin buna aidiyyəti olmur artıq. Bu halda olmur ha, diqqətli olun, bu halda olmayacaq aidiyyatı. Bu halda olmayacaq. İndi yenə sizi çaşdırmaq lazımdır. Görüm də kim çaşacaq. Diqqətlə baxın. Məsələn, yazıram indi. Çox xahişim diqqətli olun. Mənim dediyim hara gedir bəs? İndi yazıram. Deyirəm ki, məsələn, print, bir dəqiqə. Aha, görə indi kim çaşacaq? Aha. Diqqətli olun. Özdə ki, baxın, cavab verməyə tələsməyin, bir dənə fikirləşin. Buyurun. Olacaq 12-21. Sətirlə sətiri toplaya bilməli ya xəta verəcək. İndi görək digərlərindən necə deyir. 12, 21. Hı -hı. Bütün şansımı denədim. Düzdür. 12. Baxın, niyə özünüz bax, necə deyim, elə qorxursunuz, qorxmayın. Sətir tipində götürür 12-ni. Burada A-nı götürür də A-nı. A neçədir? Burada. Bəs nə Baxın, vaxt mənə xəta verərdi? belə olsa verər. Necə yəni? Burada xəta yoxdur axı. Burada xətalıq heç nə yoxdur elə ki. Sətirlə sətiri toplaya bilmir ya axı. Yox, sətir tipində birləşdirir də. Necə yəni? Sətir tipində 12 yazmışam bura. Bax, A yazmışam. A nədir? Bax, burada A neçədir? 12. 12. Sətir tipində 12 nə deməkdir? Səttirlə baxın, gəlin qələmlə yazın, baxın. Deyir ki, sətir tipində bax bu 12-ni salır bura. 12 ədəd olaraq girir bura, düzdür? Ədəd olaraq girir, ədəddir də, düzdürmü? Amma buradakı 12-nin qarşısında nə var? Sətir var da, düzdür? Stır nədir? Setirək də, string nədir? Sətir. Baxın, ədəd olaraq girdi bura. Ədəd olaraq girir və burada STR var. Int deyə, int olsa zaten 12 olardı. STR deyir ki, mənə 12-ni ver. Tamam. Üstə gələk. STR görür ki, bu ədəd tipindədir. Bax, ədəd vermişəm də, 21 ədəddir. Amma bunun qarşısına mötərizə qoyuram, baxın, deyirəm, ha, başa düşün. Bu da STR da, necə 21 yazacaq. Tamam, axı biz dedik ki, sətir tipi, niyə dediyinizi sonra deyirsiniz ki, yox, düz demişdiniz başlanğıcda. Tamam, sətir tipində baxın, birləşdirir də. 12, 21. Necək? Birləşdirəcək. Şəkil kimi çıxardacaq, birləşdirəcək. Baxın, eyni şeyə gəlib çıxır da. Çox diqqətli olun. İndi bir dənə də yazıram. Çaşmayın, diqqətli olun. Nərmin qəşəng gedirsən hələ ki. Yaxşıdır. Baxaq. İndi birini də yazıram. Görək kim düz deyəcək, kim çaşacaq. Çox xahiş edirəm, diqqətli oluruq. Aha. Bunları yaxşıca mənimsəsəz, problem olmayacaq.
Kiçik rəqəmlər yazacağam. B olsun, məsələn, 8. İndi yazaq deməli. Yenə printdən gedək. Hələlik işimiz ancaq bugün hələlik printdir. Deməli, indi diqqətli olursunuz. Yazıram. Bir saniyə. Bir saniyə. Buraya da bir şey yazaq indi. Aha. Все. Deyin görüm indi bunu. Çox xaşım yazın. Yazın cavabı. Dəftərdə həll eləyin görüm. Mən bayaq necə izah eləmişdim o cürə deyin. Şəklini seçəcək. Aha. Sonra nə edəcək? A plus B beraberdir Aha. 14 oluyor. Allah, qəşəng. Super. Super. Şəklin çəkdi bura qədər. Sonra Götürdün. 8-dən 6 topladım. Yox, bu. Başa düşülür. Bəli, müəllimə. Doğru dildə deyəcəm getsin. Əsas İndi odur. buradan belə qənaətə gəldik ki, müəllimə, deməli, dırnaq içərisində olanda şəklini çəkdi. Elə O biri bilin ki, öz şəklini vergül, çəkib verir. hə, Все. vergül qoydu, o biri isə Hə. dırnaqda olmadı, topladıq. Bəli, bax dırnaqlı deyildi ki. Siz də Hə, bilirsiniz ki, bu axşam bu ədəd tipindədir. Yəni 6 ilə 8-i mən zaten bəli. ədəd tipində vermişəm. Sən məsələn sizin heç birimizin ixtiyarımız yoxdur ki, gedib bunu yan-yana 68 deyə yaza bilməz. Çünki baxın, ədəd tipində vermişəm də toplayacaqsan. Götür topladın, deyir ki, A ilə B-nin cəmi elədi 14. Vsyo, budur. Cavab budur. Gördünüz ki, printin daxilində dırnaq varsa, elə bilin ki, öz şəkli çəkir verir. Vəssalama. Sizin ixtiyarınız, mənim ixtiyarım yoxdur ki, ora bir özümdən bir nəsə deyir əlavə eləyəm. Elə bir şey yoxdur. Digər yerə əlavə eləyə bilərsən, amma dırnağın içərisində nə varsa onu sən çıxardıb verməlisən. İndi birini də yazıram. Çox diqqətli olun. Artıq başa düşülür deyəsən. Deməli birini də yazıram. Deyirəm məsələn bura olsun. Yenə də kiçik rəqəmlərlə gedəcəm. Tam əsas odur başa düşün. Başa düşən adam, baxın 5 dənə rəqəmi də, bax bəzən testlərdə uşaqlar 5-dən 6 dənə rəqəmi düzür. Gözünüzü qorxudur. Fərqi yoxdur. Bir kiçik rəqəmi başa düşən zaten orada yazacaq. Deməli indi yazıram print. Bir başqa nüans qeyd eləmək istəyirəm. Görək kim buradan çıxacaq. Məsələn deyirəm bir saniyə düzəldi. Belə bir ifadə yazırıq. Bir saniyə tam görək bir şey olacaqmı? Aha, buyurun görək indi. Müəllimə, bu qaranın altına Görünmür. Nə görünmür? baxın, bu print A üstə B, hə, indi gördüm. Deməli, burada olacaq A üstə gəlsin B bərabərdir 24. AB bərabərdir 24. 24. Düz oldu. Mən Allah. Başa düşülür? bəli. Allah. Deməli ümumiyyətlə printin daxilində nə görsəniz bizim üçün hər zaman verəcək. Şəkil tipində çıxardacaq. Şəkil tipində çıxartdığını elə bilin ki, dediyim kimi, Lora dildə başa düşün getsin. Şəkil tipində çıxardıq. Bəli, Bəs buyur. bax, yazmışdıq. Hə, anladım. Nə yazmışım? Kim baxın, yenirəm. Kimdə qaranlıq məqam qalıbsa, çox xahiş edirəm yerindəcə anınıza Baxın, desin. burada dırnaq açdıq. A üstə gəlsin B bərabərdir dırnağı. Çıxartdı A üstə gəl B-ni. Aha, Burada isə birləşdirdik. ayrı-ayrı da yazdığımız üçün AB çıxartdı. Onu demək istəyirəm. Baxın, bəli. 6-nı vurdu 4-ə. Baxın, burada B bərabər yazmışam. Bax, bu hissədə mən B bərabər yazmışam, gördünüz? Amma B bərabər dırnaq içərisində yazmışam deyə, bax, gördünüz, onu birləşdirdi və özü ilə bərabər götürdü. A vuraq B-də zaten ədəd tipindədir. İxtiyarımız yoxdur nəsə eləməyə. Çünki mən proqram bu formada yazmışam. 24 vəssalam. Dediyim kimi, bunu bu formada başa düşsən, istəyir burada 5 rəqəmli bir ədəddən yazsa, fərqi yoxdur, başa düşəcəksiniz artıq. Əsas odur ki, bunları tam başa düşün. Artıq inanıram ki, burada məncə bir sıxıntı yoxdur. Gördünüz ki, dırnaq içərisindədirsə, bundan digər kitablarda da testlər qarşınıza çıxacaq. Bu tiplərdə onu görəcəksiniz ki, hələ həqiqətən dediklərimizin hər biri də orada qarşınıza çıxacaq 100%-dir. Doğrudur. Deməli, dırnaq içərisində gördünüzsə printin, artıq printdən yekunlaşıram. Printdən hansı iki funksiyasından danışacağım? Sep-lə end-dən danışacağım. Ona görə buranı bir balaca tam başa düşün ki, mən sep-lə endi artıq davam edə bilim. Printin daxilində gördünüz ki, dırnaq varsa, onu şəkil kimi çıxaracaq. İndi heç də yəni ədədləri vurmaq lazımsa, zaten götürüb bir-birinə vurmuş olacaq. Burada problem yoxdursa artıq, mən keçirəm indi printin özünün, belə deyək də, yəni iki dənə funksiyası var. Tamam.
Bəs bu printin hansı funksiyaları var? Uşaqlar, printin iki dənə funksiyası var. Biri sepdir, biri də enddir. Baxın, yazıram bura. Bax, yazıram. Biri sepdir. Bax, printin iki funksiyası var. Hansılardır bunlar? Deməli, biri sepdir, biri də enddir. Endi zaten bilirsiniz ki, end nədir uşaqlar? End belə deyək də, son deməkdir də, son. End sondur, funksiyadır. Sep nədir bəs yaxşı? Sep susma halında, yadda saxlayın. Sep özü p belə yazılacaq. Sep susma halında boşluq qoyur. Baxın, sep susma halında, indi bunu proqramda görəcək. Susma halında boşluq qoyacaq. Hər zaman. Bax, söhbət susma halında gedir. Susma halı necə? Bax, məsələn, yazıb sep bərabərdir dırnaq. Bu bunun susma halıdır. Deyək, susma halında hər zaman boşluq qoyacaq. Bunu buradan yadda saxlayırıq. Deməli, printin iki dənə funksiyası var. Biri sepdir, biri də enddir. Biri də end. İndi gəlirəm mən proqrama. Bəs yaxşı, bunu proqramda indi baxaq. Yenə yazıram print. Hələ ki, baxın, hələ ki işim print nədir? Printin arxa funksiyalarından danışıram. Print, indi yazıram print. Deyirəm indi, məsələn, dırnaq içərisində olsun bir A. Bir, məsələn, yazaq bir B. Hələ ki ikisini yazaq. Bir dənə də yazaq. Yazmıyıq hələ. Birini yazaq, sonra başa salaq. İndi yazıram seplə. Sep bərabər olsun. Aha. Bir işarə qoyuram. Bir işarə nə qoyaq bunu? Bir ulduz. Ulduz qoyuram. Baxın, deyirəm ki, sep susma halında. Amma baxın, burada mən bunun yerinə bir dənə ulduz qoymuşam. Yadda bir şey saxlayırsınız ki, bunu da loru dildə deyəcəm. Yenə deyirəm, loru dildə deyəcəm. Baxın, bəzən mən bu dediyimi sonra deyirlər ki, müəllim, belə bir şey. Baxın, loru dildə deyəcəm. Sep elə bilin ki, biz nə zaman işləyəcək? Özündən əvvəlki vergülə baxmır da, sözüm onda yox. Bu sonuncu vergüldür. Sep iki dənə dəyərin arasında işləyəcək. Elə bil ki, vergülü görəcək, gedib sep özünü elə bil ki, orada işlədəcək. Sep vergülləri görəndə başlayacaq işlətməyə. Yəni, bu dəyərlər arasında vergülü görür, sep işləyir. Vergülü görür, sep işləyir. Söhbət sepdən əvvəlki vergüldən getmir. Bax, buradakı vergüldən söhbət getmir. Bunu mən ayrıcı funksiya kimi yazmışam. Söhbət, baxın, bu iki dəyərin arasındakı, bax, bu vergüldən gedir. Bu vergülü görən kimi, dedim, sep özü susma halında boşluq qoydu. İndi mən susma halında boşluq deyil də, bir dənə ulduz yazmışam. Bu biz nə olacaq? A, ulduz, B. Bax, bunun proqramı belə bir cavab çıxaracaq bizə. Yadda saxlayın, loru dildə deyirəm. Deyirəm ki, sep görür ki, vergül varsa, dəyərlər arasında vergüllər görsə, bax, belə bir şey də qarşıda çıxar. A, məsələn, B, baxın, S. Gördünüz, 3 dənə dəyər yazmışam. Vergül, baxın, S bərabər ulduz. Onu da yazacam, göstərəcəm bunu. Baxın, deyirəm ki, S vergüllər arasında işləyir. Burada nə olacaq? Vergülü görür, biri buradadır, biri də buradadır. Söhbət bu dəyərlərdən gedir. Bu, bundan sonraki zaten ayrıcıdır. O bizə ehtiyac deyil, lazım deyil. Deməli, nə olacaq? A, ulduz, B, B-dən sonra bir dənə də vergül görür deyə ulduz S yazacaq. Cavab olacaq A, B, S. İndi baxaq proqramına baxaq və tam başa düşməyə çalışın. Deməli, indi baxırıq. Gəlin bunu bir işlədək görək. Bizə nə verəcək? Deməli, baxırsınız. Loru dildə dediyim kimi, vergüldə sep işləmiş olacaq. Vergülü gördüsə sep işləyəcək. Vergülü gördü, sep işləyəcək. Görürsünüz, araya vergül qoymuş olacaq. İndi birini də yazıram. Birini yazıram, indi siz mənə deyəcəksiniz. Yəni yazıram ki, A, dəftər qələminiz, dediyim kimi, yanınızda olun. Bu dəfə görüntünü açıb baxmamışım sizə. Deyin görüm indi bunu. Müəllimə, olacaq A arasında faiz işarəsi, B Aha. faiz işarəsi C, faiz işarəsi F. Bəli.
Deməli, sepi harda işlədik? Ancaq vergüllərin arasında. Hansı vergüllərin arasında? Özündən əvvəlkində yox. Baxın, dəyərlərin arasında. Bax, bu ifadə var ha. Bax, bunların hər birinin arasında vergül var. Neçə dənə vergül var görsəm, indi baxıram bura. Baxın burada, şagirdlər, 4 baxın. dənə. Bəli, 1, 1, 2, amma 3 dənəsinin arasında biz qoyacağıq. Baxın, 1, 2. Bax, sepdən əvvəlki vergülə aid eləmirəm. Baxın, dediyimiz səhv anlamayın. Çox xahiş edirəm. Gedib sonuncu dəyərə də gedib artıq burada bir dənə faiz qoymayın. Çox xahiş edirəm. Mən deyirəm ki, bax bu hərflər verir. Bax buradakıların artıq sonuncuya aid deyil ha. Sonuncu artıq elə bil ki, bitib, işimiz bitib. Vergüllərin arasında yalnız işləyəcək. Yəni dəyərlərin arasında ifadə verəcək. Dəyərlərin arasında və bunların ayrıcı nədir var burada? Vergül var. Bu dəyərlərin arasında sep işləyəcək. Sepə də baxırsan ki, faiz varsa faiz qoyacaqsan. Nə bilim, çıxaq varsa çıxaq qoy. Nə olur olsun, onu yerinə yetirmiş olacaqsan. Bax sizin funksiyasınız, yəni sepin funksiyası bundan ibarətdir. Bir dənə də yazaq, sonra endlə baxacağıq. Bir dənə də yazaq. Şahin, Nərmin diqqətli olun. Sizdən soruşacağım indi. Şahin, de görüm. W salam, Y salam, S. Halı, düzdür. Nərmin, başa düşdün sən də? Bəli. Aha. End elə bilin ki, bax, məsələn, seplə end dedim. Endi hal-hazırda burada gözümü yazmamışam, amma onu da yazacağam, görəcəksiniz. Burada elə bilin ki, hər zaman sonda bir end var. End zaten son deməkdir. Yəni sonda artıq burada heç bir şey yoxdur, o end deməkdir. İndi cavab end verə var. bilərəm yenə. Buyur, Burada buyur. baxın, W salam, Y salam, Z. Bəs niyə salamı yenə yazmadıq? Yəni 2 dəfə yazdıq. Amma orada 3 dənə hərf Bax, var. yox, yox, yox. Baxın. Diqqətli olun burada. Neçə dənə? 1, 2 2 vergül. və baxın, nə dedim bayaqlarım? Düzdür, mən bu dediyim Vergül biraz sayı. Lora dildə deyirəm ha. Gördünüz ki, bu arada vergül var, burada sep işləyir. Bax, sep. Burada arada vergül var, sep işləyir. Sep işləyir deyəndə, yəni sepin daxilində nə varsa o işləyəcək. Oldu? Bax, Bəli. demişdim ki, sepdən əvvəlkinə aid deyildi. Yəni mən bu dediyim sepdən elə bil ki, bu ayrıcıdır da. Elə bil ki, burada bir bax elə bil ki, bu belə bir şeydir. Baxın, bu başqa bir şeydir. Deyir, burada bu vergüldə sepi gördün. Sepi işlət. Sepə baxırsan ki, yəni bunun daxilində nə var? Boşluq varsa boşluq olacaq. Salam varsa salam yazacaqsan. Amma bax ha, diqqətli ol. Burada sepişdir. Bax bu ikisinin arasında sepişdir. İndi baxıram bax. Salam. Sonra Y hərfi. Bax burada bu. Yenə də salam. Bax altından xətt çəkirəm. Bir dənə də S hərfi. Görün bax 3 dənə hərf var burada. W, Y və S. Düzdür? Aha. Neçə dənə sep var arada? 2 dənə. Var mı 2 dənə? 2 dənə var mı? Bəli. Aha, aydın olur. Bax yenə deyirəm, diqqətli olun. Sep vergüllər arasında işləyir. Sonuncu vergülə yox, ha, sepin özündən əvvəlkində yox. Yəni sonra demin ki, ha, müəllim 3 dənə vergül deyirəm. Bax diqqətli olun, dəyərlər arasından söhbət gedir. Bax buradakı bu dəyərlərin arasından söhbət gedir. Bunlar elə bil ki, bir-birləri üçün bir ifadə verir, sadəcə vergüllərlə yazıb. Burada sep işləyəcək hər zaman. İndi sepə də baxacaqsınız. Yəni daxilində nə varsa, yəni ola bilər ki, testdə başqa bir ifadə qarşınıza çıxa bilər. Elə bir söz yaza bilər. Sonra deməyək də, yəni dərs zamanı artıq bizim qarşımıza çıxıb və biz bunu artıq burada yenmişik də, yəni sizlə bərabər. Ümid edirəm ki, orada da yenəcəksiniz inşallah. Aha, indi başqa birini yazıram. Dedim ki, bəs yaxşı, sepdən danışdıq. End dedik sondur. Ondan da yəni end yəni son deməkdir də. Yəni sonuncu elə bir ki, artıq bitmiş bir fikirdir. Bəs yaxşı, yeni bir ifadə deyəcəm sizə. Slash n nə deməkdir? Baxın, slash n yeni sətrə keçirir. Və yadda saxlayın. Slash n yeni sətrə keçirir.
bir növ. Bax bu slash n-i bərabər eləyir enter. Enter. Belə deyək də. Enter-ni vuranda biz yeni sətrə keçirdik də uşaqlar. Yəni baxın, yeni sətr shift enter-dir, düzdürmü? Dediyim kimi, yəni demini, yəni sadəcə deyirəm ki, yeni bir elə bil ki, yeni bir hissəyə keçir də, düşür aşağı. Yəni slash n yeni bir sətrə keçirir. Yəni shift enter kimi bir nömrədir. Bir nümunə. Müəllimə, Bəli, buyurun. bir abzas aşağı düşürük də, düzdür? Bəli, bəli. Bəs shift enterdə Yeni sətrə keçir. Bax, shift enter yeni sətrə keçir. Yeni sətr necə? Bax, elə bil ki, bir dənə mətn verilir. Bax, mətn verilib də, mətni biri var ki, necə deyim də, normalda yazı yazmaq da, necə yazırıq yazını? Biri var ki, abzaza düşüb yazmaq. Böyük elə bil ki, necə? böyük sətr aralıq qoysa o abzas Bəli, şeydir. bəli, o abzas ki, baş Enter bir enter. sətr. Deyirik ki, enter. Yeni sətrə, shift enterlə yeni sətrə düşürük biz. Yeni sətrə düşürsən, adi, məsələn, mətnləri yazmaq üçün daha çox istifadə olunur. Shift enterdən. Yəni, deməyim odur ki, bax, bu slash n-i də elə bilin ki, bax, demirəm, belədir. Yəni, belə təsəvvür edin. Bir, nəyinəsə yadda saxlamağa çalışın da. O, həmişə Word-də mən deyirdim, şagirdlərə orada necə deyim sizə, mərkəzə düzləndirmə, sola düzləndirmə, belə ifadələri var axı, tam düzləndirmə. Onları məsələn həmişə deyirəm ki, məsələn, eynən yadda saxlayın, girintisi, çıxıntısı var. Yəni nəysə bir calayıb yadda saxlayırıq da, düzdür? Bax bu slash n-i də, uşaqlar, slash n-də yeni sətrə keçirir, yadda saxlayın. İndi necə yeni sətrə keçirir? Gəlin bir ona da baxalım. Yeni sətrə keçirir. Elə bilin ki, dediyim kimi, elə bil ki, sanki bax bu enter, yəni shift enter kimi bir şeydir. Elə yadda saxlayın. Enter-də yadda saxlasanız kifayətdir. Məsələn, indi birini yazıram. Yazıram ki, print. İndi gəlin bunu proqramda tətbiq eləyək görək. Necədir? Bax, yazıram salam. Salam yazaq. Salam yazaq. Bir proqram quraq indi özümüzdən. Aha, bir saniyə. Salam yazaq. Nə olsun? Azərbaycan. Düzdürmü baxaq. Burada ədəd istifadə edə bilmirik, hə? Nə olmur ki? Olur. Necə yəni ədəd? Ədən, ə hərfi. Məsələn, e Yox, yazmış. yox, yox. İstifadə edə bilmirik. Yox, yox. Hı. Baxın, deyirəm ki, bayaq ki, yeni sətrə keçirik də, düzdür? Bax, salam yazmışam. Alt atacaq. Aha. Salam Azərbaycan. Bax, belə bir şey olacaq. Bax, salam Azərbaycan. Dedim nədə yadda saxlayın? Enter ilə. Oldu mu? Bax, belə yadda saxlayın, geçsin də yəni. Müəyyən şeyləri bir ipucları ilə nələrsə öyrənirik də, elə yadda saxlayırıq. Rahat olsun sizin üçün də. Nə var? İmtahanda düşüb yazacağıq. Всё. İndi başqa birini yazıram. Yenə yazıram print. İndi yazıram dəqiqə, salam. Testdə də qarşınıza çox çıxacaq. Məsələn, yazıram indi. Bax, indi buna baxın. Qarşınıza çıxacaq bu tip şeylərdə. İndi bura baxın. Nə olar sizcə? Orada müəllimə olacaq salam, necəsən? Yox, diqqətli olun. Slash n özü enter-dir, bax. Bax bura. Salam ecəsən. Ah, ecəsin. Bax, gördünüz? Slash Hə. baxın, slash n-i götürəcək ha. Slash n. Görsünüz nə oldu? Ecəsin oldu. Aydın olur. İncə Bəli. məqamlarda, yəni bunlar biz necə, biraz incə məqamlarda qarşımıza da çox zaman çıxır. Çaşdırıcı məqam ki, baxın, imtahanda həmişə sadə sual da olur, çətin də olur. Sadəni də şagird, yəni ümumiyyətlə müdavim görür, deyir, a, всё, belə bir şey ola bilməz deyir. Ola bilər də, niyə də olmasın? İmtahan elə hər şey çətindən ibarət deyil ki, 4 səviyyədə qurulur onsuz da imtahan. Müəllimə Pythonda neçə sualdır? Miqdə düşür, hardasa bir 10-12 dənə sual düşür. Abituriyentlərə də düşür, xeyli sual düşür. Ona görə deyirəm, mən həmişə deyirəm ki, abituriyentlərin Pythonu daha ağır olur miqdən. Müəllimənin işə qəbulundan daha ağır olur. Python abituriyentlərdə də elə bir 8-10 dənə düşür məncə. 10 dənə düşür, ən azı bir 10 dənə düşür. Ən azı bir 2 dənəsi yazı işi düşür. O 2 yazı işi elə
Bir 5 dənə sualı bərabərdir. Amma hamısı elə çətin olmuş, asanlar da olur da. Əlbəttə ki, dediyim kimi, ha, baxın, sual tipi 4 səviyyədə qurulur. Все, bilən zaten yazacaq. İndi biz də zaten blok sıxımları qura-qura gəlmişik. İnanıram ki, şagirdlərimiz yazacaqlar. Qəşəng də yazacaqlar. Mən güvənirəm. İndi baxırıq, zaten öyrənəcəyik artıq proqram qurmaq. Blok sıxımları artıq qurmuşuq. Bunları da öyrənəcəyik. Narahat olmayın. Siz bilmə blok sxemləri, alqoritmlərdə qurmusunuz. Bəli, bəli, hamısını qurmuşuq. Bir dənə dimdə bir neçə sualımız qalıb. Bəli, xeyli sual qurmuşuq biz. Deməli, indi yenə də birində yazaq, davam eləyək. Nə yazaq indi? Bir dənə də yenə də print yazaq. Bir dənə də bunu da yazıram. Baxın, yenə də siləşəm var. Qarabağ Azərbaycandır. Baxın, bir məqama fikir verin burada. Bunu niyə belə yazdım? Baxın, buradakı bu ifadədə, bax bir dənə buna diqqət yetirin. Keçirik digər hissələri öyrənməyə. Baxın, burada salam, düzün, boşluq qoymuşam. Düzdür, bax burada bir boşluq var. Düzdür. Sonra slash n yazmışam. Sonra bir dənə boşluq qoymuşam. Sonra Azərbaycan yazmışam da. Necə düşüb? Salam. Bax, salam sonra belə. İndi mən burada yazı yazıram deyə burada sizdə qara görsənə bilər. Baxın, salam. Burada baxın bu hissədə görürsünüz burada bir boşluq var. Yəni dediyim odur ki, bax, belə incə məqamlar olar ki, qarşınızda. Bax burada bir boşluq var. Salam Azərbaycan bu formada çıxıb. İndi bura baxın. Qarabağ, heç bir boşluq qoymamışam ki. Xeyr, qoymamışam. Slash-in Azərbaycandır. Belə bir şey yazmışam. Görürsünüz, Qarabağ Azərbaycandır sözü ilə alt-alta bu formada düşmüş olub. Yəni dediyim kimi, yəni sadəcə burada, yəni elə də demirəm qarşınıza çox çıxmaz, amma ki, yəni incə bir məqamda yadda saxlasaz, məncə daha yaxşı olar. Burada da inanıram ki, problem olmayacaq. Əsas odur ki, slash n-in funksiyasını, yəni parametri nədən ibarətdirsə, onu yadda saxlayın. Slash n-i görəndə bir n təkimi yadda saxlayırsınız ki, o hər zaman yeni bir sətrə düşüb yazı yazacaq. Nə olur olsun yeni sətrə düşəcək. İndi bundan da yenə tapşırıqlara baxacağam. Artıq başqa bir məqamlara da sizlə toxunmaq istəyirəm. Aha. Yenə gəlirəm, yeni bir səhifəmi açıram buradan. Və görürsünüz, hər dəfə məsələn yeni səhifəmi də bu formada açmış oluruq. Yəni o hissələri çox xahişim. Mən həmişə yazanda, yazı yazanda siz də diqqətlə baxın. Baxın ki, o yəni öyrənək belə-belə. İndi gəlirəm nə yazmağa? İndi uşaqlar, indi sətirlərin nömrələnməsinə davam edəcəm sizə. Sətirlərin nömrələnməsi. Yəqin ki, yorulmamışıq, düzdür? Xeyr, müəllimə. Sətirlərin nömrələnməsi. Python maraqlı dərsdir. Sətirlərin nömrələnməsi. Ümumiyyətlə, uşaqlar, biz bilirik ki, nömrələmə sıfırdan başlayır. Nömrələmə. Baxın, saymaq demirəm. Sayanda, məsələn, məktəbdə başlayıb sayıra 1, 2, 3, 4 başlayırsan birdən. Nömrələmə ilə saymağın fərqi var. Nömrələyən zaman biz hər zaman sıfırdan başlayıb yazacağıq. Yəni, Müəllimə sizə aiddir. necə? İndi nömrələnmə sətirlərə Bəli, aiddir. bəli. Bax, deyirəm, sətirlərin nömrələnməsi. Bir də adı yazın bura. Qalsın bir köşədə qalsın. Bax, yazıram bura. Sətirlərin nömrələnməsi. Aha, sətirlərin nömrələnməsi. Baxın, saymaq demirəm. Saymaq lendir ha, len. Uşaqlar, biz yadınızda Excel'də demişdik. Len neyinidir? Sayırdı. Gedirdi, məsələn, 1, 2, 3, 4 bu formada sayacaq. Len. O həmin belə deyim də, Excel'də saymaq kimidir. Len. Orada da sayırdı da. Məsələn, burada len deyəndə 1, 2, 3, 4 başlayıb sayacaq. Sətirlərin nömrələnməsi deyəndə nömrələmə yadda saxlayın. Sıfırdan başlayıb nömrələyəcək. 0, 1, 2, 3, 4 və s. İndi gəlin buna aid bir hissəyə baxaq. Məsələn, bu necə qarşımıza çıxacaq? Məsələn, yazıram ki, A bərabərdir. Yazıram. Sətir tipində verir. Salam. Salam. Azərbaycan. Sonra gələn səfər mənfilərdə izah eləyəcəm sizə. Çox diqqətli olarsınız.
Bu dəfə toxunmayacağam. Yəni birdən deyərsiniz ki, müəllim sətirlərdən mənfiləri falan demədi. Yaddasan, deyəcəm onları da. Keçəcəyik. Baxın, salam Azərbaycan sözünü yazmışam. Düşürəm. Deyirəm ki, nömrələmə. Hansı aralıqda nömrələmə? İndi mən bunu deyirəm ki, gəlin bunu nömrələyək hardan? Belə yazaq da indi. Məsələn. Məsələn, deyirəm ki, 3. 3 yazdım. Uşaqlar, burada 3 indi hansıdır? Gəlirəm burada. Baxın, hələ entəni vurmuram. Entəni vurmuram. Gəlirəm bunu tam izah edeyim. Başa düşün. Baxın, nömrələmə dedim hardan başlayır? Sıfırdan. Oradan. 0, 1, 2, 3, 4. Baxın, bu boşluq var ha. 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14 və 15. Baxın, bura qədər nömrələdik. Amma hər zaman boşluq da nəzərə alınır. Oldu mu Şahin? Başa düşürsən? Nərmin, başa düşürsən qızım? Bəli. Baxın uşaqlar, səsinizi açıq qoyun. Yəni sıxıntı yoxdur. Evdən səs də gəlir gəlsin. Əsas odur səsinizi açıq qoyun və bir reaksiya verin. Sıfırdan başlayıram, nömrələyirəm. Boşluq da nəzərə alıram. Bura deyir ki, A3. Baxın, A3 deyir. Sizdən soruşduğu bax deyir ki, bax burada 3 nədir? Budur da, düzdür? A3-cü. Nömrəsi nədir? Deyir ki, A, bax burada, bax bu sətr tipində verilənin. Lor dildə deyirəm. Üçüncüdə bax bu üçüncü yerdə duran hərfi deyir mənə ver. O deyir hərf hansıdır? A. Cavab neçə olacaq? A. A hərfi olacaq. Təsadüfən gəldi bu A ilə üst-üstə düşdü. Ya 3 yazmayaydım, kaş başqa şey yazardım. Nəysə. Deməli A hərfini qaytarır mənə. Dırnaq içərisində qaytaracaq A hərfini. Təsadüfən üst-üstə düşdü. Baxın, deyərdi ki A 7. Şahindi neçəni qaytarar bizə? Z hərfini. Bax, Z. Evet. Şahin nömrələmişəm zaten. Nərmində görüm A10. Hansı nömrəni? Yəni bax A10, A-da, A sətrindəki 10-cu nömrədə duran hərfi istəyir səndən. Baxın tərcümə elə. Hansı hərf? B. Aferin. B və sətr tipində oldu. İndi şagirdlər, gəlib burada qayıdıb həqiqətən də Pythonda bir proqramda da vursaq, A hərfini qaytarıb vermiş olacaq. İndi yenə də yazıram. Yenə də yazıram. Deyirik indi. Məsələn, A. Diqqətli olaq yenə də. İndi başqa bir şey yazacağam. Məsələn, indi yazıram 5. İndi bunu da izah edeyim, sonra sizdən də birini özüm soruşacağım. İndi şagirdlər, bunu da birini izah edeyim, tam başa düşün bu hissələri. Və yenə də nömrələmə. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, nəysə və s. Bizdən soruşduğu odur ki, deyir, bax bu A-da olan 1-dən 5-ə qədər olan ədədləri, belə deyək, ədəd nə düzülür sayını, yəni bu hərfləri çıxart ver mənə. Deyir, hansılar durur? Baxırsan ki, burada duran nə olacaq? 1-dən 5-ə qədər hansılardır? 5-ə qədər ha. Kvadrat mötərizəni indi baxın, burada vuracam entəndə. Bu kvadrat mötərizəni görəndə gedib deməyin, ay müəllim, belə deyək də, yəni riyaziyyatda kvadrat mötərizə hər zaman daxildir. Tamam, düz deyirik. Amma informatikada, Pythondan söhbət gedir. Biz sonuncunu, yadınızda demişdim sizə alqoritmdəki sonuncu nə zaman daxil götürməyəcəyik. Baxın, burada deyir ki, 1-dən 5-ə qədər ədədləri ver mənə, belə hərfləri ver. Baxıram, 0, 1, 2, 3, 4 və 5. 5-cini zaten götürməyəcəksən. Sən hansını götürəsən? 1-i, 2-ni, 3-ü, 4-ü. Bax, bu aralıq nədən ibarətdir? 1, 2, 3, 4. Və yerində duran hərf hansıdır? A, L, A mı? Sonuncu dəyəri artıq götürməyəcəyik. Sonuncu dəyər artıq götürülməyəcək. Baxın, burada elə bilin ki, qoşan nöqtədən sonra bir də 1 var. Baxın. Bax, bu 1 siz nəyi göstərir? Bu yazılsa da olar. Yadınızda modifikasiyalı dövrdə uşaqlar, modifikasiyalı dövrdə çəkəndə sizə göstərirdim ha. Ki sonuncu addımı məsələn baxın 1-dən məsələn 5-ə. Bura bir elə bilin deyirdim ha yadında Şahin. Burada məsələn heç nə yazmırdım. O zaman nə olurdu? Modifikasiyalı dövrdə, alqoritmdə 1, 2, 3, 4 düzdür. Sonuncu dəyəri də götürürdük olurdu 5.
Burada deyirdim ki, uşaqlar, gözümüzə görsənməyəcək bu, hər zaman bu 1 olacaq. Sondakı. Məsələn, 2 olsaydı, addım-addım nə olardı? 2, 2 irəli getmiş olurdu. Bunu biz keçmişik sizdən modifikasiyalı dövrü keçəndə. Deməyim odur ki, yəni elə bilin ki, burada da elə bir şeydir. Baxın, elə bir sondakında, bax, elə bir ki, 1 var burada. Müsbət 1 də, özü mənfi deyil bu. Müsbət 1-dir. Müsbət 1 nədir? İrəliyə addımlamaqdır. Amma onu biz bu formada qeyd eləməyəcəyik. Amma mənfi olsaydı qeyd eləyərdik. Mənfini qeyd edirik, amma müsbət olanda qeyd eləməyəcəyik. İndi gəlin bir başqasını da yazıram. Diqqətli olun. Yazıram indi yenə də. Elə gəlin bunu kopyalayaq. Bunun üzərindən gedək. Deməli deyirəm ki, indi A olsun. İndi mənə cavab verəcək Nərmin 3 və 7. Nərmin cavabı da görün. A'dan Hı -hı. A'ya qədər. Aha. Doğrudurmu? Bəli, tamamilə doğrudur. Həqiqətən bura baxırsan ki, nömrələyəndə də sonuncu dəyər Z hərfinə gedib düşür. Düzdür? Z hərfinə düşür. Biz heç zaman o Z hərfini götürməyəcəyik. İxtiyarın yoxdur gedib götürməyə. Baxın, Pythonda ixtiyarın yoxdur, ha? Alqoritmlərdən söhbət getmir. Pythonda sizin, mənim də ixtiyarımız yoxdur, gedək biz onu götürək. Tamam, doğrudur. İndi hələ ki gedək, sonra keçərik. Digər burada əks istiqamətə qayıtmağı da öyrənəcəyik indi sizlə. İndi baxırıq birinə də. O birini də mənə cavabını versin Şahin. Görüm o nə deyəcək. Deyirəm indi, yenə də kopyalayıram. De görüm. De görüm Şahin. Boşluqda başlayır, E-də bitir. Aha. Все, azı. Bax görsən boşluqda başlayır. Boşluqda başlayır, görsən burada bir dənə boşluq qoy. Baxın, indiki testlərin əksəriyyətində belə deyim, söhbət Pythondan gedir. İnanın testləri açıb baxacaqsınız, görəcəksiniz ki, həqiqətən əksər testlərdə məsələn bax bunu belə yazmayacaq. Gətir bu dırnağı, bunu düz verib bunu yanına. Amma elə bir şey yoxdur. O səhvdir. Amma ki indi testdə məcburuq, o cürə də götürəcəyik. Amma görürsüz ki, bunun qarşısına bir dənə normalda proqram bizə görürsüz uşaqlar belə bir boşluq verir. Amma testdə görməyəcəyik biz. Yəni xırda məqamlarda, amma testlərdə dediyim kimi bir 70-80% belə səhvlər gəlir. İndi qaydırıq bunun tərsini də öyrənməyə. Müəllimə, Bəli, buyurun. burada misal üçün 5, 9, 2 nöqtə, Onu bir də deyəcəm. 2 olsaydı necə Deyəcəm. olardı? Onu da deyəcəm. Narahat olmayın, deyəcəm. İndi gəlin bir kopyalayaq. Yavaş-yavaş gedirik də hələ birdən-birə gözünüzü qorxutmayaq. İndi baxırıq. İndi keçirik 3 addım, 3 addımlar. O modifikasiyalı dövr keçmişik sizlə. Elə bilin ki, ondan yazacağam. Bax, bir növ ondan yazacağam. Bayaqlar izah elədim. Mən indi yazıram 2. Boşa nöqtə olsun. Neçə, bizdə nömrə nə qədər? 15 idi də ən son yazaq məsələn. Hı -hı. Aha, 3. Və belə bir ifadə yazdım. Düzdür? İndi bunun bir mənası var, tərcüməsi var da. Biz keçmişdik. Başlanğıc, düzdürmü Şahin? Son və addım. Düzdür Nərmin? Belə demişdim mən. Bəli. Aha, başlanğıc, ortadakı son və addım. Biz alqoritmlə sonu götürürdük. Bəs yaş Pythonda götürəcəyik? Yox. Addım saydı o. Bəli, addımdır. Buradakı bu adım, bu 3 addımdır. Yəni 3 addım o deməkdir ki, yəni sən duracaqsan 2-də, 3 addım irəli tullanacaqsan. 5. 3 addım bir də irəli tullanacaqsan. 8. 3 addım bir də irəli tullanacaqsan. 11. 3 addım bir də irəli tullansan 14-ə gedib çıxır, düzdür? Bizə aşıb keçirik. Bizə lazım deyil ki, aşıb keçmək. Yox. Gəlib bax bu hərfləri gedib götürməlisən. Amma hansı? Gəlsən nömrələyirsən. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, deməli 10, 11, 12, 13, 14 və 15. Hansı aralıqda?
2-dən başlayacaqsın. Amma yadda saxlayın, bu başlanğıc hər zaman götürüləcək ha. Hər zaman istisnasız. Başlanğıc götürəcəksən. Başlanğıcı götürəcəksən. 300 addımla tullanacaqsan hansı hərflərin üzərinə? L-da durmusan. 3 addımla tullananda gəlir düşür hara bura? 3 Boşluğa. addımla, bəli, 3 addımla tullana gedəcək. İndi gəlin onu proqramda da Geriyə yoxlayaq. Aha, çapdım düşdü. hara A'ya. düşəcək? C hərfinə düşəcək də müəllimə. Aha. İndi gəlin onu biz proqramda da yoxlayaq. Sonra izah eləyək. Baxın, gəlin mən bura hissəsini silim. Tamam. İndi gəlin ora baxaq. Baxın, buranı da silim. L, E, A. Düzdür. Bəli, baxın, L hərfində durmuşduq. Düzdürmü? L-da durmuşduq. Bax, nə deyirəm? Bax, 3 addım gəldi, tullandı, gəldi, durdu 5-ə. 5-ə baxın, elə bil ki, bir dənə boşluq var. Düzdürmü? Boşluqdan sonra 3 addım bir də gedir, tullanır, gedir, düşür 8-ə. Baxır, qarşısına E çıxdı. E çıxsın da 8-dən bir 3 də irəli gedəndə gəlir, düşür neçə? 11-ə. Gördünüz, uşaq, bax, bura yazmışdım. 11-ə. 11-ə nə durub? A durub. Amma bax bu boşluqda dediyim kimi yadda saxlayın ki, yəni bax görürsüz burada da boşluq zaten olmalıdır. Aydındır hələ ki bunlar. Aha. Kimə aydındır, kimə aydın deyil. Aha. İndi uşaqlar, bax bir şey də qeyd edirəm. Məsələn, salam Azərbaycan sözlərindən gedirdim də, düzdür? Nömrəliyində 0, 1, 2, 3, nəysə. Bu formada başladıq. Bəs yaxşı, bunun tərsi necə olacaq? Yadda saxlayın. Tərsin nömrələyən zaman -1, -2, -3, -4, -5, -6, -7, -8, -9, -10, -11. Bir dənə buranı silim. Və görsün necə gedirəm. Mənfidən nömrəli qayıdıram. Sonra 10, olsun 11, olsun 12, olsun -13, -14. Bax yazıram bura. Kitab sözü. Kitab sözünü nömrələyəndə mənfi deməyəm, tərsən nömrələyəndə nə olacaq? -1, -2, -3, -4. Bax buradan yazıram ki, baxın, -5. -4, -5. Bu formada nömrələyə bilirik. İndi gəlin onun bir proqramına da biz baxaq sizlə. Görək yaxşı. Bu necə yaza biləcək biz bunu? Bu necə olacaq? İndi bura baxırsınız. Yenə də indi gəlin başqa bir söz yazım. Artıq bu söz ola bilsin sizi yordu. Yazıram ki biz bacaracağıq. Bacaracağıq. Neysə. Biz bacaracağıq. Mənfidən İnşallah. nömrələr müəllimə. Aha. İndi baxın, indi bir sual verirəm bura. Deyirəm ki, bəli, indi tərsindən götürəcəm. Deyirəm ki, -5 olsun. -5 olsun indi. Neçə yazaq? -2 olsun. C müəllimə. Hı -hı. C. Bir də -1, -2, -3, -4, A. Digər şagirdlər siz nə deyirsiniz? -5-dən -2-yə qədər nömrələməyə baxın. -1, -2, C. Bəli. -1, -2, C olacaq. Hı -hı. -3, -4, -5. C. Necə oldu müəllimə? -5-dən deyir, o biri başda. Baxın. Başlanğıc nədir? Hə, -5-dən başladığı Nədir? üçün. 0 olmur da burada onda. Ancaq -1-dən başlayır. Yox, məsələn belə yazmışam. İndi atdım bura. Yazdım ki, -5-dən -2. Birinci nəyi göstərirdi? Başlanğıc sonu. Başlanğıc. Düzdür? Uşaqlar. Birinci Bəli. hərfimiz başlanğıc idi da. Aha, baxın göstərirəm. Gəlin qələmlə yazın, yazaq sonra. -1, -2, -3, -4, -5, -6 və s. Uşaq, burasını da düzmürəm. Düzdür? Hı hı. Baxın, -5, bax bir də yazıram. Başlanğıc. Düzdür? Burada son. Biz Pythonda sonu götürürdük. Xeyr. Yox. İndi baxırsınız, -5-ə baxırsan. Üstünə xətt çəkirəm. Düzdür? Hara qədər?
-2-yə qədər, qədər. -2-yə qədər nə durur? -5, -4, -3 durub. Biz gedib, bax bu sözü götürməliyik. Acı, a. Aydın olmadı deyəsən. Baxın şagirdlər. Niyə Evet. mənfisi çaşdırdı ki? Bu başlanğıcdır. Bu da sondur. Mən adı baxın. Addım yazmamışam ha bura. Diqqətli olun. Diqqətli olun. Adım heç bir şey qeyd eləməmişəm bura. Sadəcə deyirəm ki, -5-dən -2-yə qədər hansı hərflər durur? Onları yaz. Sən də baxırsan ki, -5 zaten başlanğıcdır. Gedib götürürsən. Çünki siz, baxın, burada mən başlanğıc vermişəm də. Verməsəm başqa şeylər fikirləşsəz, ən azından deyirəm ki, nəsə fikirləşə bilərsiniz. Axı mən başlanğıc vermişəm. Deyirəm ki, ay dəyərli şagirdlər, siz -5-dən başlamalısınız. İxtiyarı yoxdur başqa şeydən başlamaq. Gəlsin -5-dən götürsən. Nədirsə də, indi -5-ə hansı hərf düşür, düşsün. -5-dən -2 qədər. Qədər deyirəm. Bu kvadrat mötərizə heç zaman sizi yanıltmasın. Yəni ora qədər deyəndə mən artıq onun özünü götürməyəcəm. Ora qədər götürəcəm. Acı, a. Bir birini də yazacağım. Diqqətli olun. Yenə də bunu kopyalayıram. Narahat olmayın, biz həqiqətən bacaracağıq sizinlə. İnşallah. Yazıram indi. Müəllimə, inarsınız bu saat yarımın hardan gəlib getdiyini hiss eləmədim. Çox axıcı oldu dərsimiz. İnşallah. Bizim dərsimiz bilmirəm. İnanırsınız, təsəvvür edin, əyani dərslərimizdə də bu qaydada olur. Uşaqlar çox şikayətlənirlər məndən. Bilmirəm ki, mənim deyir tez qurtardı. Tez çox həqiqətən, yəni dəhşət dərəcədə. Bilmirəm nədən. Axıcı. Axıcıdır. Bəli. İndi birini də yazım. Bunu da deyim. Sonra 3 bölməyə aid baxacağım, suallarım var, onu göndərəcəm və gələn səfər Şahin və Nərmin özəlliklə sizdən belə deyim, şəkillərini çəkib atacaqsınız. Yəni bəri başdan deyirəm uşaqlar. Oldu mu? Elə müəllimə, mən də Python ilə bu qrupla Ha, gedərəm. tamam, Bir də Python'da nəticə gün olacaq? sizlə danışarıq günləri olar mı? Hə, Python'da yaxşı. ancaq bura çünki mən buradan sıfırla gedirəm. Yəni bildiyiniz digər qruplardan sıfırdan başlamışam. Hı -hı. Aha. İndi birini də yazıram. Yazıram mənfi və diqqətli olun. Mənfi nə yazaq? 9. Aha, 9 eləməyək, laf olsun. 8. Nəysə. Buyurun. Biz bacaracağıq sözünü. Bəli, bəli, ancaq hələ ki ondan. İşimiz ancaq ondandır. Yəni onu yazıram ki, motivasiya olsun bizə. Dəftər qələm həmişə olsun ha yanınızda şagirdlər. Mənim qoçaq şagirdlərim. A, Sağdan birinci A'dan C'nın yanındaki A'ya. A-dır. A-nın A ilə C-nın arası. Aha. İndi cavabınızı tapdınız. Yo, müəllimə, burada -8-i götürməyəcəyik. 7-yə Yox. kimi götürəcəyik. Yox, 7 kimi. Baxın, dediyim kimi, baxın. Alqoritmlərdə sonu götürürdük, Pythonda yox. Cavabı tapdınızsa vurun. Vurun müəllimə. Nə tapdınız? Yoruldunuz deyəsən. Bacaracağıq. -1, 2, 3, 4, 5, 6, 7, 8. Sizi çaşdırmaq lazımdır arada bir. Boşluğa gedər. Niyə səbəbi var? Bəli. A, qoçaqlar. A, qoçaqlar. Bax görürsüz, yəni çox asan çaşırsınız həqiqətən, yəni. Yaxşı ki yazdım bunu. Baxın. Mənim qoçaq şagirdlərim baxırıq. Baxaq. -1, -2, -3. Düzdür? -4. -4. Bura gəlir -5, -6, -7, -8. Mən demədimi gedin -8-dən başlayın. Hardan demişəm başlayın? -3-dən. -3-dən başladın, götürdün. Düzdürmü? -8-ə gedə bilməsən, mən addım vermişəm. 7-yə kimi. Yox, yox. Baxın, diqqətli olun burada. -3 başlanğıcdan, bax, başlanğıcdan hara gedirdik həmişə?
Sona gedirik də, düzdür? Başlanğıcdan hara gedirik? Başladıq. Bax, buradan götürdün də başlanğıcdan götürdün ədədini. Hara getsən? Sağa doğru gedirsən, axtarırsan da nəsə, düzdür? Mənfi 3-dən sağa doğru gedirsən, sən sağa doğru gedib mənfi 8-i tapa bilməzsən axı. Necə tapa bilərsən? Solda tapa bilərsən, boşluq olacaq. Bəli, o deyir tapa bilmirəm də. Amısama deyir tapa bilmirəm. Yoxdur. Yoxdur. Mənfi deyir 3-dən, sağda deyir yoxdur. Baxın, görün mənfi 3-dən sağdasınız. Mənfi 8-i görürsüz. Başlanğıc, baxın, bu başlanğıcdır, bu da sondur. Baxın, sondur da uşaqlar. Sonda bax, son buradır da, sağ tərəf son deyil. Sonda mənfi 8-i görə bilərsiniz, amma düzün deyil. Yəni görə bilirsiniz burada. Mən bax, buradan baxanda mən sol Yoxdur. tərəfdir, amma sol tərəf mənim üçün son deyil axı. Mən sol tərəfə getdikcə məndə burada başlanğıcda b hərfi gedib durur. Amma mən deyirəm ki, mənfi 3-dən başla. Mənfi 3-dən başlayıram, sən ixtiyarın heç kimin ixtiyarı yox, gedib başqa bir hərfdən başlayır. Mənfi 3 götürsən, A-nı götürür, başladı. Başlayırsan, axı çıxarda deyir mənfi 8-ə qədər mənə bir şey çıxart ver. Axı çıxarda verə bilmir heç nə. Nə çıxarsın versin? Əlində heç nə yoxdur. Birini də yazıram, sonra sağollaşacağam. Gələn səfər davam edəcəyik, oldu mu? Çaşdırmaq lazım sizi. Yox, çaşdırmaq lazımdır. Birini də yazıram. Gəlin yazaq elə. Başqa bir söz yazalım. Aha, bir dənə də yazıram. Все. Deməli, sizdən sonra yoxdur. İndi yazıram. Dəqiqə. Bir. Aha. Çox diqqətli olun. Çox xahiş edirəm. Yox, addım. Yaxşı, bir dənə də addım qoyuram bura. Uşaqlar, indi bunu bilirsiniz ki, bu başlanğıcdır. Bu sondur, bu da addımdır. Qoçaqlar, addım mənfi 2 olmaq ümumiyyətlə müsbət 2 addım o deməkdir ki, irəli getməkdir də. Bunu zaten normalda bilirik sizlə. Mənfi 2 o deməkdir ki, addımı deyirəm, amma mənfi 2 nədir? Yəni azala-azala gedəcək. Mənfi 2 neçə addım azala-azala getməkdir? 2 addım azala-azala getmək. Ən azından məntiqin dedim. İndi baxın görün cavab nə olar? Başlanğıc, son və 2 azala-azala. Boşluq. Yox, diqqətli ol, nə demək? Boşluq başqa bir məqam yazacağam, onda olar. Bunda yox. Bax, başlanğıc mənfi 4. Mənfi 4-dən başladı. Bəli. Bax, tutdum mənfi 4-dən. Mənfi 2 azala-azala gedir. Azalır. Və Y-dən azalmır. başlayır müəllimə. Mənfi 4-dən 2 vahid azalma hara gedəcək? Mənfi 6-ya gedib düşəcəkmi? Bəli. Bəli. Bir də 2 azalsa hara gedib düşəcək? Mənfi 8-ə düşərmi? Ha. Bir də 2 azalsa, axı biz bilirik axı ki, mənfi 8 mənfi 6-dan kiçikdir də. Azala-azala gedəndə sol tərəfə gedirdi, düzdürmü? Bayaqlarım gördünüz, boşluq vermişdi. İndi bura diqqətli olun. Nömrələyin deyin görün cavabı. Narahat olmayın, öyrənəcəksiniz, sıxıntı yoxdur. Baxın. İndi mən izah edirəm bunu. Son budur. İzah edeyim bunu da. Vəsə. Baxın. Nə dedim sizə? Deyirəm, bax, bu başlanğıc. Baş. Bu son. Bu nədir? Addım. Addım deyirəm ha. Bu mənfi 2. Yəni bunun yəni addım azalan üzrədir. Azalan. Mənfi 2 zaten bilirik də azalandır. İndi baxıram. Bax yazıram bura salam Azərbaycan. Ayrıca yazıram. Salam. Mən biraz xəttim yaxşı deyil. Azərbaycan. Azərbaycan. Düz yazdıq mı? Azərbaycan. Gəlirəm nömrələyirəm. Mənfi 1. Gəlin başqa rənglə eləyək. Tam aydın olsun sizə. Deməli, mənfi 1. Mənfi 2. Mənfi 3.
-4, -5, -6, -7, -8, -9, -10, -11, -12, -13, -14, -15 nəsə, -16. Bunu nömrələdik. Deyir başlanğıc. Baxıram ki, başlanğıcım burada. Bax, üstünə xətt çəkirəm. -4. Bax, gördün hardan başlanğıc? Sonra bura baxıram. Addım. -2 azalır. Baxın, -4-də durmuşamsa, -2-nin azalmada mən gedib -6-ya düşürəm. Bəli. -6-da durmuşam. -2 addım geriyə getməyim məni -8-ə aparır. -8-də durmuşam. Məni 2 addım, bax, 2 addım geriyə aparmağım -10-a aparıb düşür. -10-da durmuşam. 2 addım məni geri aparmağım -12-yə aparıb salır. Bax, göstərirəm. -12-də durmuşam. 2 addım geriyə getmək məni -14-ə. Baxın, müqayisə eləyin. -14, -12, -10, -8, -6. Bu görürsünüz uşaqlar. -6 -8-dən böyükdür, -8 Deməli bu azala-azala gedir. İndi baxırsınız. Bax belə rahat da tapa da bilərsiniz. Və yaxud da ki belə saya da bilərsiniz, özünüz bilərsiniz. Yəni necə istəsəniz. Bax, -4-də durmuşdum. 2 vahid azaldım, getdim durdum -6-da. Durduqmu? -6-da durur hansı hərf? Bax, -4-də zaten durmuşdu Y hərfi. Y. -6-da durur hansı hərf? B hərfi. -6-dan 2 vahid geri getdim. Düşdümü -8-ə? Hansı hərf durur? E hərfi. -8-dən 2 vahid getdim, durdum bura, gəldim ki, -10. Bax, yazmışam bura. -10-da da mənim qarşıma A hərfi düşür. Bax, Y, B, E, A. Görürsünüz, eyni gəlir. Sonra -10-da durmuşam. 2 vahid geri düşəcəm. Gəlib düşəcək hara? -12. -12-də də M hərfi düşür. Məsələn, -14-də düşəcək L hərfi. Məndən də soruşur ki, 13-ə qədər, -13-ə qədər, bax, bu hərflər düşəcək. Bax. Y, B, E, A mı? Cavab oldu Y, B, E, A mı? Baxın, gördünüz, belə yazırsınız, belə düşübmü? Bax, mənim üçün belə yazın, daha rahat, daha asan görmək üçün. Sonra get bax, gör, -6-da hansı hərf durub? -6-da bu hərfi düşüb. -8-də nə düşüb? E hərfi düşür. -10-da nə düşür? Baxıram, A hərfi düşür. Belə də rahat şəkildə yaza bilərsiniz. Aydın olur, yoldaşlar. Yoxdur səs. Nə olub uşaqlar? Aydındır uşaqlar. Aydın. Uşaqlar, bugünlük bu qədər. Deməyim odur ki, mənim dəyərli abituriyentlərim, çox çalışın. Bu bayram oldu, 1-2 dərsimiz bayrama düşdü, nəysə. İstirahət elədik, bayram bitdi. Gəlir aprel ayı, imtahana az qalır. Bir qəşəng sirkələnin, dərsi də zaten rekord eləmişəm. Atacam bir daha baxarsınız. Buna aid tapşırıq da atacam sizə. Hələ ki, küllü miqdarda test verməyəcəm sizə. Çünki hələ bunu test versəm, orada fərqli nüanslar qarşınıza çıxacaq. Testi verəcəm, özümün sınağım var. Bilmiyorum, neçə dənə sualdan ibarətdir. PDF formasını atacam. Oturub səliqəli formada işləyərsiniz. Bu formada ancaq ki, dərsə baxıb sonra işləyirsiniz. Oldu mu? Məni də bu qrupa salarsınız da, zəhmət Tamam, olmasa. oldu. Salacam sizə elə qoşularsanız Python'dan buradan gedərsiniz. Həftənin ən az 3 günü Python keçirəm bunları. Ancaq hələ ki Python. Gün keçirsiniz mənimlə Python burada. Həftənin 4 günü dərsə qoşulurlar bizim qoçaqlar. Abituriyentlər. Hə, lap Siz yaxşı. Onda qoşularsınız, problem yoxdur. Həmişə qoşularsınız, Python'dan qoşularsınız, oldu mu? yaxşı. Pythonu 4 dəfə keçirsiniz hə həftədə. Bəli, 4 dəfə, çünki biz digər mövzuları bitirmişik o yüzden. Hə, onda heç nə, saatları mən uşaqlarda, yəni deyərsiniz saatları hə. Oldu, yazaram, tamam, oldu. Uşaqlar, Sağ ol. bugünlük bu qədər. Gecəniz Oldu, xeyrə sağ olun, qalsın. Ərman, sağ Oldu, olun. sağ olun, sağ olun.